İnşallah mart ayında bizim revanşımız olacaq. Mehman çox əziyyətini çəkib. İdmanda kim deyə bilər ki, mən hər zaman qalib ola bilərəm. Revanşda mütləq qalib olmalıdır. Belə bir ulduz şadlıq sarayındadır sözdür. O işləmir, elə belə qoyublar da. Mehman mənə bir dənə sözdür ki, nə badə üzünə güləsən. Ki, idmanda öz sözünü demiş idmancıdır. Rafael bacarmayacaq. Face to face-də çox idmançılar sınır. Ağılsız idmançı olmalısan ki, sən ona rüfqəyə gir vuruşmalısan. Geri Tayland. İnşallah. Taktika vurmaq oradan. Gelsən, sən təzə biznesindir bu. Təzə biznes. Xarakterini görsəl, bura nə üçün gəlmiş? Hər kəs hakim hədir ki, sən utdun. Kəmərdə yox idi, o da oldu. Həyəcan hər bir idmançıda olur. O kim ki deyir həyəcanım yoxdur. O boş şeydir də. Mənim fikrimdir. Axırıncı rəqiblərim hamısı məndən güləşməyə başladı. Hər idmançımız gələndə belə şəkildə aeroportda ənənə olaraq belə qarşılansın. Sən danışdın, Azərbaycan danışırdın ona? Yox, ingiliscə. Hə. Ən azından səndən yaxşı görürəm ingiliscə. Azərbaycanın bayrağını istər idmanda, istər həkimlikdə, istəyir hansısa bir işdə kim qaldırırsa, biz həmən insanlarla fəxr edirik. Biz o idmançılar deyirik ki, biz aeroportdan gələndə falan yerə zəng edirik ki, 200 manat verəcəyik, bizi efirə çıxart. Yəni ki, kimlənsə zəngləşib rəqib bura çağırıb döymürük. Sən çox adam oydu. Ən hündür adam mənəm. Mən uda bilmədim, sən udacaqsan sabah. O qədər də bizim cavanlara, gənclərə motivasiya daha çox olar. Mən fəxr edirəm ki, doğrudan da Azərbaycan bayrağının altında çıxış edirəm. Sən gələcəyin uşaqlarını kor edirsən. Dünya çempionatı adıyla gedib 3 dənə ölkənin içində dünya çempionu. Baş sponsor Inline Az Su Filtri Mərkəzi. Qardaş, bu nə əziyyətli çəkirsən? Nə vaxta qədər evə su daşıyacaqsan? Biz necə eləyim, qardaş? Problemin həlli buradadır. Gəl mənlə. Black Diamond ilə suyunuzu evinizdə özünüz istehsal edin. Həm su daşımağa son qoyun, həm də keyfiyyətindən tam əmin olun. Hamınızı salamlayıram. Sizi də salamlayıram. Bugünkü günləri bizim matkastımızın mövzusu bizim... Nəyimizin? Nə idi? Başladılar da. Matkast? Matkast, qardaş. Podcast onun matkastı. Ha, yaxşı. O nə gülür orada? O sən nələr hazırlayır? Nələr hazırlayır? Gəl də qardaş, nə hazırlamışsınız? Danışaq. Valla danışaq. Danışaq da, yəni sonra dedim ki, danışmadıq. Nə var? Eşitirsən, danışaq. Hə, qardaşım, danışaq. Həmişə elədir. Salamlayıram Tural qardaşımı, Rafael qardaşımı, Mehman qardaşımı. Tural, inşallah ki, axırıncı podkastımız nədən söhbət gedir? Döyüşlərdən, Rafaellə sənin döyüşündən. Döyüşlər bitdi. Təəssüf olsun ki, düzdür, hansısa bir oradakı qərarlarla düz narahatçılığımız olsa da inşallah mart ayında bizim revanşımız olacaq. Özü sənə söz verdim ki, bir yerdə gedəcəyik. Allah qoysa. Hə, inşallah. İnşallah. Bir yerdə yəni Bizi deyirsiniz, inşallah mənlə üst-üstə düşməsə yarışımız Allah qoysa gedəcək. Ha, inşallah ki, Allahın köməkliyi ilə. Çünki revanşda mütləq qalib olmalıdır Allahın köməkliyi ilə. Özdəki gedəcək motivator adı ilə Allah qoysa. İnşallah ki, qələbə bizim olacaq. Ona görə, yəni ürəyi sıxma, yaxşı olacaq. Rafael qardaşımız da heç də nərdivanla getdi, nərdivansız da qayıtdı. Yəni orada nə lazımdırsa, ha, necə lazımdır. Deyildi. Nərdivan. Şeydir. Ondan başqa görmədim face-to-face. İndiyənə kimi kişi kimi, durmusan indiyənə kimi elə face-to-face kimləsən. O boyda boyla. Mosta getmişdi face to face. Yox, belə deyilmişdi, belə. Hə, böyük, uzun idi lan, eyni. Yox, həqiqətən çox uzun idi, qardaşım. Yəni sən halal olsun ki, yəni o demək olar ki, 2 dəfə hündür idi ondan. Nətər onu əli çatırdırsa, indi bu nərdivanla görə deyir. Qardaş, sən desən ki, ona matkası. Amma həqiqətən də onun boyu o çəkiyi necə saldı? Vəbşi 75 kiloya. Adama maraqlı gəlir. Mənlə qalırdı. Nə bilim necə saldı. Saldı. Yarış günlər boyda idi. Yaxşı mənim qardaşım, sualım ondan ibarətdir ki, danışın, necə oldu? Necə mən bilirəm bilməyinə, çox adamlar bilmirlər. Orada nə oldu? Nə deyirsən, deyib gülürdük, danışırdıq. Yəni orada olanlar hamıya maraqlıdır ki, Gətirib qoy. sən belə duracaqsan, verirsən axıra kimi. Ha.
danışın necə oldu, Mehman? Nətər birinci dəfə Rafaellə gəlsən? Düz bundan qabaq getməmisən. Necədir Rafaellə yolçuluq? Ayxa superdir. İngilis dili. Valla ingilis dilini super bilir. Mən görmüşəm ingilis dili kursçuda, yəni kurslarda, yəni ki master Belə klasslarda. danışın. Yox, qəşəng bilir, danışırdı. Sən neysən? Əziyyətə qalsa Rüfət qardaş, Allah and olsun, Mehman çox əziyyətimi çəkib, Allah and olsun. Gülməyə görə demirəm, həqiqətən də yarışda Təriflə. deyir, tərif Allaha məxsusdur olan deyirəm ki, doğrudan da o barədə, yəni ki, düzdür biz yoldaşlıq, dostluq eləyirik, amma yolda doğrudan da hər şey bilinir də. Mehman həqiqətən də Allah ondan razı olsun. Əziyyətimi çəkdi, mənim də əlimdən o gəlirdi ki, qələbə qazanmaq o da oldu, Allah bizə o nəsib elədi. Yəni sözün əsl mənasında hər şey qarşılıqlıdır. Elə şeylər var ki, yəni o insanlar bilmir də. Yəni çəki salandadır, yəni məşq eləyirəm, məşqdən sonra məsələn yarışdan sonra da zədə aldım, onda da kömək elədi. Hər zaman yanımda oldu, onun özü bir dəstəkdir. Çünki insan elə zamanlarda doğrudan da dosta, qardaşa ehtiyacı var. Dost, qardaş yəni hər yerdə var, amma ki səni motivasiya verdi, necə deyərlər, yanımda oldu. Çəki salanda da, əziləndə də, döyüşün 5 raundunda elə qışqırırdı, elə bir Mehman özü vuruşur da. Ona görə Mehmana doğrudan da fürsətdən istifadə edib çox sağ ol deyirəm. Yəni mənimlə olan olduğuna görə orada və olmayan insanlar var ki, mənim ailəmdir, dostlarımdır və məşq yoldaşlarımdır. Məşq yoldaşları niyə bölürəm? Yəni məşq yoldaşları deyirəmsə, onlar da mənim dostum, qardaşımdır. Yəni yatmadılar səhər saat 8-də, 9-da, 7-dən, yəni ki, adam var ki, siz özünüz Rüfət qardaş saat 3 gün qalmışdım saat. Səhər durğuzurdum bunları ki, bu gün döyüşür. Sən yazıb göndərmişəm ki, bu gün yazıb ki, yox qardaş, sabah döyüşürük. Orada vaxt söhbətinə görəsək. Bir gün əvvəl o daldı da. Hədə indi bir gün çaşdırmışdım da qardaşım. Elə insanlar var ki, gecə 4-dən gözləyirdi ki, yəni döyüşü. Allaha qurban utandırmadıq, şükürlər olsun. Bundan sonraki döyüşlərə hazırlaşmaq lazımdır. Turala da çox sağ ol deyirəm ki, yarışdan qabaq biz o qədər mənə kömək eləyirdi ki, həm taktiki, həm fiziki cəhətdən. Onlar rəqs edirlər orada. Hə, belə kömək eləyirdi. İndi idmandır da, idmanda kim deyə bilər ki, mən hər zaman qalib ola bilərəm. İndi Turalda bu dəfə alınmadı. İnşallah ki, əgər bizim yarışımız da üst-üstə düşməsə, mart ayında ölməsək, sağ qalsaq, elə Tural qardaşımıza həm buradan düz yarışın sonuna qədər dəstək olacaq. İnşallah. Çünki demək olar Tural onu udmuşdu. Sadəcə olaraq həmişə istədiyimiz kimi alınmır da. Ona görə Turala da uğurlar arzu edirəm. Mehmanın da yarış olacaq. Burada olmayan uşaqları da, yəni ki, hamısına çox sağ ol deyirəm. Sözün qısası, inşallah hər şey yaxşı olacaq. Allahın izni. Mehman, sən öz fikirlərini bilən bunu. Nə fikirlər? Əlimizdən gəlirdi ki, qalib olsun o da oldu. Möhkəm danış biraz. İşləmir. O işləmir, o elə belə qoyulur. O elə bir ulduz şadlıq sarayındadır, sözdür. O işləmir, elə belə qoyurlar. Allah, mən də orada Rafaelə çox inanırdım. Allah'ın olsun, dəhşət inanırdım da. O da ki, qalib oldu, sevindirdi bizi. O əziyyət çəkmək olsa o bizim borcumuz da. Fərq yoxdur. Bundan qabaq yarışım var idi, Tural getmişdi mənə. Biz də o əlimizdən gələn köməkliyi eləyirik də. Ancaq mən səndim yarışdan qabaq indi bizdən başqadır. İndi adamlar var idi ki, həqiqətən özün də qeyd elədin ki, o hiss edirsən də. İnsanlar var idi ki, inanmırdılar ki, qalib olacaqsan. Həm də kapitan baxımından orada 73% desəm ona vermişdilər. Mən onu gördüm, sözdə kəsəm, heç demədim. Mənə çatmadı ki, ona nəyə vermirlər 73%? Ona nəyə veriblər deyəndə sözümü kəsdirəm qardaşım. Yəni onu da biz Azərbaycanlıyıq. Sözsüz ki, məni sevirsiniz. Yəni ki, bir qardaş. Yox, bilirəm, ciddi rəqibdir, onu bilirəm. Amma o da elə belə idmançı deyil. Yəni Glorin kəmər 75 kilo Glorin. Yəni onlar da təşkil idmançılar olub ki, yəni tərifə görə demirəm də. İdmançılar olub ki, bizim Azərbaycan idmançılar olub ki, kim boksyorlar, onlarla düşüblər, yəni döyüşləri alınmayıb, Gloridə falan belə bir şey eşitdiyimə görə. Yəni ki, o da özünə görə, yəni ki, idmanda öz sözünü demiş idmançıdır. Yəni mən də bilirdim ki, asan da olmayacaq. Doğrudan da yəni kimsə mənə inanmamağı o deməkdir ki, onlar mənim düşmənimdir. Hərənin öz fikri var, hərənin azad fikri var. Kimsə mənim döyüşümü, mənim məşqimi və yaxud mənim özümü, xasiyyətimi bəyənməyə bilər. Yəni ki, 5 barmağın 5-i də bir deyil. Bunları biz normal qəbul eləməliyik. Çünki o deməkdir ki, mən Rafaeləm, qardaşım Turalda o mehmandır. Yox, bizi hamı istəməlidir, bizə hamı, necə deyərlər, hörmət eləmək. Bir ilk növbədə insan öz-özünə hörmət eləsin, bizə eləməsə də olar. Yəni ki, normal qəbul edirdim. Lap yaxınlar da var idi ki, yarışdan sonra da, yəni ki, özlərlə hələ danışmamışam, heç danışmayacam da, çünki bu normal bir şeydir. Rafael düşünürlər ki, onlar
Rafael bacarmayacaq. Ola bilər də mən də robot deyiləm ki, mən də yəni çox düzgün məşq eləyə bilərəm, gözəl formada ola bilərəm, amma idman sürprizlərlə doludur. Yəni ki, düzdür uşaqlar qala mən yəni danışıb baş ağrı eləmək istəmirəm. Liboy bir saniyədə bir dənə udar. Bir dənə zərbə. Bir dənə zərbə hər şeyi həll eləyir. Amma doğrudan da əl-ələ verdik Turalla, doğrudan yaxşı hazırlaşdıq. Mən düşünürdüm ki, mən demişdim ki, Tural 2-ci raundda nokaut eləyəcək, amma hər zaman mən istəyirdim. O deməli, mən istəməklə deyil ki, mən özüm də düşünürdüm ki, heç 5 raund çəkməyəcək. Amma mənim rəqibim hardasa ay yarım, 2 ay bundan qabaq ilk döyüşünü eləmişdi kombat karatedə və orada 84-8 dərəcəsində vuruşmuşdu. Vuruşanda da çox ağır idi və dedim ki, bundan rahat keçəcəm. Yəni ay yarıma o cür forma yığıb 5 raund döyüşmək, yəni 42 yaşında bu özü bir zarafat deyil də. Yəni döyüş yaxşı alındı Ruslan müəllimdən və hər bir zalda olan uşaqlar, yəni yığma komandanın uşaqları ilə bütün videolarını atmışdım və onlar da öz fikirlərini demişdilər və necə döyüşü qurduqsa burada, orada da Mehman sağ olsun, yəni ki, demişdi ki, qabağında durmayla, düzdür, o deməklə deyil, 5 raund, yəni insananda mən də yoruldum, 4-cü raund ümumiyyətlə yorulmuşdum. 5-ci raund, yəni qulağıma dedi ki, xarakteri görsəl, bura nə üçün gəlmişik və mən də bilirdim ki, özün də bilirsən ki, mənim ürəyimdə arzular var idi, yəni çoxdandan idi ki, qızıl medal yox idi, yəni ümumiyyətlə mənim həyatımda, bütün karyeramda karate üzrə bütün medallarım var, amma mənim yəni MMA saymıram, yəni kəmər də yox idi, o da oldu. İnşallah ki, bundan sonraki yarışlarda bütün uşaqlara uğurlar arzu edirəm. Vüqar Kərimovdur, daha nə qaldı ki, inşallah ki, yəni demək olar ki, karatenin bir dənə növü çıxsa inşallah. Karatenin bir dənə növü. Hələ nə yaşım var hələ? Hələ bir yaşı yoxdur, 60-ya 70-ə kimi vuruşacaq. Tahir, necəsən Tahir? Tahirə basancan. Belə veriliş var. Tahirə başı şişib. Tahirə başı şişib sənə. Nə olur? Tahirə başı şişib. Fırlan onu göstər. Besi başındadır onun. Tahirə göstər. Qaqa salam, necəsən? Nə var, nə ürək? Allah Hal-hazırda canlı yayımda Tahir Abdullayevdir. Dostumuzdur. Tahirdən Tahir. Kimdir o? Tahir kimdir sən can? Tahir kimdir? Bir şey. Tahir Abdullayev buradan salamlar göndəririk. Tahir indi Taylandda hazırlaşır. Demək olar ki, tank, həqiqətən tankdır. Tank krasavçik, Gəl bir dənə tank alqışlayaq buradan, bir dənə tank alqışlayaq. Ümumiyyətlə, bütün idmançılarımızı biz alqışlayırıq, dəstəkləyirik və bu günləri həqiqətən insan Taylanddadır və yarışına hazırlaşır. Tahir, sənə ürəkdən inşallah yarışva yaxşı hazırlaşasan və qalib olasan arzu edirəm. Yanvar ayında inşallah döyüşməlidir. Daha bilmirəm dəqiq hansı tarixdə. Taylanddadır indi hal-hazırda. Ancaq ki, yaxşı. Yanvarda inşallah biz də geri Taylanda. İnşallah. Tapçıqa vurmaq oradan. Gəlsən. Sən təzə biznesindir bu. Təzə biznesdir. Kim? Daha Şiraslan, üzrünü say. Bu dəfə əbi yoxdur, oturmur da, gələn dəfə oturaq. Baxa, Mehman özünü necə göstərəcək? Patipskalara baxaq bir dənə. Mehman, patipskalara nə qədər adam yığılacaq. Mehman da Yaponiyada danışsında o Vessal mağazadı, o təriflirdi təşkilatı. Harda? Yaponiyada. Onu mən daha sən danış. Mehman bizə gəzirdi orada, elə bildi ki, yəni Mehmanın arı vaxtını görmüşsən. Sən çox rahat oydu. Ən hündür adam mənəm. Yaponiya. Çox rahat. Yəni keçirdim elə bir ki, 1.80 boyunda, Zarafat. 1.70, 1.80. Çox rahatçılıq idi. Xoşum gəlir orada. Deyir ki, Tural, indi təşkilatı görəcəksən də, bir dənə təşkilatdır. Çox belə də təşkilat mənə yaxşıdır. Mehmanın çox çəki salan şəklini görmüsən, hə? Gözlə bir dənə görsən, o bir reklama getsin. Mehman çəki salan, Mehmanın videolarım var ha məndə. Deyir ki, bir dənə təşkilatda özün görəcəksən də deyir. Şeydir, bir dənə burada disiplin azad belə. Haran deyir bu? Rizm. Mən deyirəm ha. Akazayca burada da bir şey var. Bir dənə gurultu səs gəlir. Mən də bu çıxıb orada, mən də bunu ekrana belə çəkirəm. Mən də bilmirəm, hamı belə deyir, mən də bilmirəm. Bum deyə səs gəldi. Qorxudan belə sarlıq keçirdim də. Nəsə elə oldu ki, Mehman döyüşdü. Mehman döyüşəndən sonra elə ki döyüş elə oldu ki, nəsə şey olmadı da, yəni uğurlu alınmadı. Tez saxladılar. Əslində döyüş davam etməkdi. Düşdü gəldi. Bu təşkilatı belə söyür bu təşkilatı. Deyirəm nə oldu? Mən də döyüşdən təzə çıxmışıq. Deyirəm ki, 10 dəqiqə bundan qabaq deyirdin ki, döyüş gör necə təşkilatdır. İndi
təşkilata görə söyürsən burada. Bura mən sənə deyim, kombata gedəndən sonra fikrim dəyişdi. Ha? Kombat necə idi? Kombat qəşəngdir. Yəni Rizin yaxşı kombat. Təşkilat baxımından. Təşkilat Yo, Rizin gör neçə sözü Rizin gör neçə. Rizin də 20 min tamaşaçısı var idi. Onu demirəm mən. Yəni təşkilat bir dənə tamaşaçıya bağlı deyil də. Ümumiyyətlə görüntü, Yo, biz sən yəni təzədə axı kombat karatə çatmağı var, hələ çatmağı var. Hələ çatmağı var. Açığın deyim, yəni çatmağı satmağı var. Açığın deyim, buna nə səb buraxmayasan ki. Qaçmağı var. Açığın deyim, yəni çünki onlarda orqanizasiyon momentlər var ki, onlar biraz inkişaf ediblər də bizdən. Bizdən yaxşı inkişaf ediblər. Yəni daha kombat karatədən də yaxşı inkişaf ediblər. Kombat karatə hələ təzə-təzə yəni xodlanır da demək olar. Döyüşdən qayıdanda bir sənə deyir mənə Rafael, deyir ki, bura güləşlə məşğul olacağam. Güləş dostumuz var, güləşçi, grappling. Onunla məşğul olacağam dedim, professional yox. Özüm Brat, mən inanıram ki, mən 100% belə ki, sən bu döyüşlərə baxıram, axırıncı artırsan da, hər döyüşdən döyüşə. Vallahi deyirəm, Allah, o necə qaçırdı ha? Yıxılır yerə, bu da belə deyilmir ki. Elə bir ki, axırıncı döyüşüdür. Axırıncı döyüşə çıxdığı kimi. Sən axır demişdin də, sən dedin ki, mən çıxıram bura ya öləcəm, axıra kimi döyüşəcəm. Elə də oldu. Allah sənin canını sağ eləsin, krasavçik. Bir də mənim dediyim nədir ki, o deyir güləşi də, yəni bəlkə sabah dediyin o UFC-dir, başqa təşkilatlardır. Yaşayırıq da, xırda yaşayırıq. Xırda elə deyə, elə xırda deyirsən. O qaqaş gəldi, deyirəm, sənə deyir ki, Rafael, mən sənə baxıram, mən yəni hörmət edirəm. Sən ki, bəs gələrsən qonağım olarsan. Deyirsən qaqaş, o taktika idi də, məni rahatlaşdırmaq üçün, düzdürmü? Elə sən də elə onu sənə deməyi. Mən elə fikirləşirəm ki, niyə görə? Çünki o yarışdan qabaq bizi danışdırırlar da, mən onun haqqında mənə burada suallar verilir və mənim haqqımda ona suallar verilir. Onlara cavab vermişlər və o cavabları mən qulaq asmışdım və yazıları mənə göstərmişlər. Yəni ki, orada tam ayrı adam elə bil danışır, burada tam ayrı adam. Ora gələndə dedi ki, mən sənə, yəni daha mənə başladı ki, yekəxana çıxması, təriflər yağdırmağa. Mən də onun qarşılığında dedim ki, yəni ki, Azərbaycana nə vaxt gəlsən, yəni ki, gəlib qonağımız ola bilərsən, məşq lazımdır, məşq eləyə bilərik, belə elə. Yəni, hörmətə bağlıdır. Amma sabahsı gün orada bir məqam oldu ki, üz-üzə gəldik biz. Orada gələndə Mehman mənə bir dənə söz dedi ki, nə badə üzünə güləsən. Onsuz da mənim gülmək fikrim yox idi. Çünki doğrudan da orada elə şeylər var ki, nüanslar var ki, sən həmən moment yəni gülməyi zadı eləməməlisən. Və orada biz 1-0 hesabı ilə qabağa keçdik. Mən elə düşündüm. Çünki televizirdəndir, internetdəndir, telefondandır, tam ayrı görsənir. Amma insanla üz-üzə gələndə az da olsa, doli nə qədər orada qram da olsa sən hiss edirsən ki, o çəkinir və yaxud sən ondan çəkinirsən. Məsəl üçün. Yəni mən onu orada yəni ki 4 dənə döyüş keçmişəm və bütün rəqiblərimdən mən onu hiss eləmişəm ki, bir dənə orada mən o sırf o görüntü var idi, hansı ki sən dediyi mən sənə hörmət edirəm. Amma orada bildim ki, o deməyi hörmət mənasında sən də ona qəşəng cavab verdin, qonağım ol. Ancaq ki orada sırf o üz-üzə duranda insan hiss eləyir ki, sən orada 1-0 həqiqətən önə keçdin. Yəni onu mən özüm də. Yəni o psixoloji gərginlik var ha, o ümumiyyətlə o face to face-i ümumiyyətlə çox idmançılar ya bir şey deyim də, yəni bu hava yerdən bunu qoymayıblar da face to face. Face to face-də çox idmançılar sınır. Yəni bunu biləsiniz. Çünki o bir-birinə baxışmaq var da. Deyir gözlər deyirlər də, deyir qəlbin aynı. İnsan qəlbində qorxu varsa, mahnıza da oxumayır orada. Niyə gülürsən? Deyirəm ki, hə, nəsə o görünür zümzüm edir orada. Amma o gör nə deyirəm, o mahnını buraxarsan, partladarsan. Her kalbin aynasıdır. Yalan nedir bilmez onlar. Orada göstərilir, yəni sınıfa Yemelyanenko qoyacağam, Yemelyanenko. Yemelyanenko heç kəs gözə baxmır da, mənim ki gözünü salır aşağıya. Onunla bağlı o Polla döyüşürdü ona görə. Elə adam da var ki, açıqda falan gəldi qardaşım. Açıqda gəlir. Düz deyir ha. O gözlərini göstərmirsən. Da şey Ferguson kimi. Ferguson. UFC-də. Tanıdın Fergusonu? Allah, hani bildin də. Savaş qısası ilə ya. Qabaq Kubinkada. Qardaşım, dediysən nə məsələn idmançılar var ki, baxır üzə, istərsəməz o. Yəni Yemelyanenko necə olur ki, üzə baxmır, pola baxır. Yox, məsələn o nastroydan asılıdır. İnsan var ki, vəbşə heç baxmır. İnsan var ki, birbaşa gözə zillənir. Amma face to face-də ümumiyyətlə, yəni demirəm, döyüşə çıxanda ümumiyyətlə o face to face-də çox şeylər adam o çox şey hiss eləyir adam. Məsələn mən rəqiblə baxıram gözün içinə, hiss eləyirəm nə deyil. Bax sonuncu döyüşündə rəqibə baxdın, nə hiss elədin? Hiss etdim ki, sabahlar onun başını oynasacağam, amma nabarat oldu. Ya belə o mənim başıma oynasın. Nabarat heç nə olmadı. Belə yendirəm.
Məsələn, qəşəng hazırlaşmışdın, Mən qəşəng yaxşı vuruşdun. hazırlaşmışdım. Sadəcə bilsə necə, taktiki hazırlıq o başqa şeydir. Taktiki hazırlıq yəni taktiki hazırlığı mən özümə qurmalı deyiləm. Mənim üzərimdə insanlar olmalıdır, onlar qurmalıdırlar. Mən taktiki hazırlığı özümə qurmuşdum, belə deyək də. Yəni heç kimin üzərinə günah atmaq istəmirəm. Sadəcə o mənim taktiki hazırlığımda problem idi. Çünki mən rəqibi araşdıranda ən azından mənim YouTube-da döyüşüm 40-dan çox döyüşüm var, amma rəqibimin YouTube-da bəlkə adını düz yazılmamışdı, nəsə belə 2 dənə döyüşünü tapmışdım. 2 dənə döyüşünü tapdım. Adı nə? Ələkbər. Yox, Ağa Natiq qoymuş. Hə, nəsə elə oldu ki, Natiqə gəlib çıxırsan, Natiqin başını buraxın. Hə. Elə oldu ki, məsəl üçün belə deyək də, rəqibin döyüşlərini tapa bilmədim ki, amma baxdım ki, hamı ilə ayaq üstə döyüşür. Mən dedim ki, mənə çox rahat rəqibdir də. Amma elə oldu ki, başlayan kimi girdi mənim güləşə. Yəni mən o taktiki baxımdan bilmirəm, mənim rəqibim, axırıncı rəqibim hamısı mənlə güləşməyə başlayıb. Qardaşım belə deyək də, indi Turanla ayaq üstə vuruşmaq elə ki, ağılsız idmançı olmalısan ki, sən onunla rüfqəyə girib vuruşmalısan. Nəsə mən prosta bir şey deyim də, yəni döyüşdə mən özüm döyüşdə o şeyə baxır, adam özü hiss eləyir də, öz xallarını hesablayır. Mən birinci raundu, məsələn ikinci raundu bilirəm ki, uduzum. Amma mən birinci raundu yəni hesablayırdım da, yəni çünki texniki deyisiv edirlər də, onu mən eləmişəm, mən başlamışam hücumu. O məsələn qalxıb hücumu mən eləmişəm, yenə texniki deyisiv eləmişəm. Sadəcə görmüşəm ki, alınmır, buraxmışam, o üstünlüyü o həmin anda götürüb də. Raundun axırını da mən götürmüşəm. O belə deyək ki, neçə, yəni bərabərlik. İkinci raund o olub. Ümumiyyətlə MMA-da belə bir şey var. Yəni döyüşənlər bilir də. MMA-da Champions Ground deyirlər. Yəni Champions Ground insan var ki, mən ikinci raundda mən demirəm, mən patsazdan yəni fikirləşirdim ki, üçüncü raundda. Yox. Mən sadəcə insan sekundantlarından asılıdır çox şeydir həm də. Mən məsəl üçün ikinci raundu gördüm ki, həqiqətən konkret olaraq ikinci raundu gördüm ki, yəni ikinci raundu uduzmuşam da, yəni. Yəni hiss etdim ki, uduzmuşam. Dedim ki, mənə Vüqarla Rüfət dedi ki, bu raundu ancaq aşırmalısan onu, vurub udmalısan. O da yəni orada bir şey oldu ki, əlim zədələndi biraz. Yəni o düz deyə adam hiss eləmir, amma orada yəni grapplerlər bilirdi. O mənə tam əlimi açmışdı, yəni sındırıcı fənd eləyirdi. Sadəcə orada biraz belə xarakterin şotuna əlimi çıxartdım da, yəni əlim yəni əməli başa qırırdı əlimi. Elə oldu ki, risk eləmədim. Dedim duracam ayağa. Bu da fiziki çox bərk idi. Həm məndən böyük idi, yekə görsənirdi. Yəni qıradan baxanı görürdü. Yekə idi, nə bilim. Yəni o mənim üçün atmaska deyil də. Yəni eyni çəkidə vuruşuruq. Yəni o nə qədər qaldırıb o onun öz işidir. Hə. Elə oldu ki, 3-cü raunda gördüm mən özüm öz taktikanı dəyişdim. Mən əslində ona hazırlaşmışdım, güləşməyim də. Özüm başladım güləşməyə oyuna. Güləşdim 3-cü raundu, yəni onu belə deyirlər də deklasировать elədim. Yəni onu tam qalibiyyət, tam utdum onu. 3-cü raundu utdum 8-10. Bir baş üstündə. Bir baş, yəni bir baş, o da 2 baş üstün utdum onu. Gəldim mərkəz hakiminə bir dənə soruşdum ki, dedim nə dedi ki, sən utdun. Mərkəz hakim onu deyib. Mərkəz hakim dedi ki, sən utdun. Əl qaldırmamışdan qabaq. Mən də mən onu əlimi ki, üstədə udmuşam. Amma mən fikirləşirdim ki, yəni ola bilsin ki, razdeniya решение verə bilərlər. Çünki mən liqada çoxdan da vuruşuram, həm zrelişin vuruşuram. Yəni mənə polibomu olmalıdır da, yəni üstünlük olmalıdır. Bu təzə gəlib, özü ki, razdeniya решение. Yəni o məni neyib ki? Ya da ki, dedim tam dedi ki, единогласное решение. Mən də dedim, все, единогласное tam udmuşam da. Götürdü ortaq hakimlərin rəyi ilə qalibiyyəti verdilər ona. Единогласно verirlər ki, sən şey verə bilməsən də, yəni ki, yəni apellyasiya verə bilmərəm, yəni. Əgər razdelin olsaydı, razdelin olanda verilir, ancaq единогласно verilir. Sən razdelin olsa naxodu verəcəydin deyə. Mən istədim ki, gəldim, üz istəyirəm, çimdim elədim, dedim gedim rəqibə yaxınlaşım. Dedilər ki, isti lazım deyil. Dedim, yox, gedim rəqiblə danışım. Uşaqlar dedilər ki, lazım deyil. Nəsə elə oldu, gəldik, oturduq. Amma ürəyim partlayırdı yenə də. Götürdüm, yazdım rəqibimə, Instagramda yazdım. Instagramda var idi? Instagramda rəqibim var idi, mənə girib storiesime baxa bilirdi. Elə oldu, yazdım ki buna. Yazdım ki buna, gəl səndən döyüşək də, yəni revanş, sən mənə udmamısan, donsta. O da mənə ki, biz sənə yaxşı döyüş göstərdik, belə-belə. Dedi ki, hə, sən əgər liqa razı olarsa,
Hə, mən razıyam vuruşmağa. Braziliyalılar onlara pul lazımdır. Pula görə vuruşurlar da belə baxanda. Pulunu Tural ver, pul sağ- götürmür də orada. Yox, mən pul götürmürəm. Hə, yox, onlar məsəl üçün Missiya dəftəri. sən nədir? Sən mənə qarşı çıxmırsan. Yox, estağfurullah. Deyirsən danışdıq, Azərbaycan danışırdın ona. Yox, ingilis dilində danışıram. Hə. Ən azından səndən yaxşı bilirəm ingilis dilini. Bilirəm, Çünki var. Ha, o mənlə olub Yaponiyada. Allahın olsun, çox Qəşəng qəşəng bilirəm Argentina. Bu ancaq danışır da ingilis dilində. Nəsə sözümü deyim də axıra qədər. Hə. Elə oldu ki, yazdım ona. İndi конечно Google переводчик var da. Yazdım, o da dedi ki, "Всё, hazıram mən." Bir də plus nədir ki, revanşın marağı var da, revanş maraqlı olacaq bir. İkincisi ki, bizim ikimizin də menecerimiz eynidir. Həm bir menecer, yəni elə bil ki, məni də təşviqat edir, döyüş danışır sənin üçün. tapır mənim üçün. Həmçində ona da tapır. Yəni ikimiz də onun Onda döyüşçüləriyik. bir sual verərdin də kimə azarkeşdə eləyirdi? Yox, o mənim şəxsən mənim menecerim deyil. Biz prosta liqa olaraq bir şey deyim də, Aslanbək Badayev var orada. O Axmatdan alıb, Axmat təşkilatı idi əvvəl. Bizdə də bir şey gedirdi ACB. ACB ilə Axmat bir-birinə birləşəndə Axmatda olan döyüşçüləri Aslanbək şey edir də, yəni belə prodviqat edir, döyüş tapır onlara. ACB-dən qalanlara da ki İbrahim İsmailov tapır. Biz də ACB-nin idmançılarıyıq. Yəni o ACB-dən Onlar matchmakerdılar da belə baxanda. Matchmakerlərdir, ay sağ ol, ona menecer, qlavni menecer gedir də, yəni. Ona yazdım, o dedi ki, ayın 23-ü yarışdır. Yarışdan sonra absolut eləyərik. Yəni o sənə də tapır. Amma sizin revanşqa yəni ki, çox asanlıqla gələ bilərdi. Asanlıqla gələ bilər, həm də ki, даже məsəl üçün hazırlıq məncə ona asan da olar ona qarşı. Çünki nəyə görə? Mən birincisi buna qarşı hazırlaşmışam. Bir də ki, sadəcə 1-2 dənə nüanslar var, onları dəyişəcəm. Yəni mən öz səhvlərimi bilirəm və rəqiblə toqquşmuşam, bilirəm harda nə güclüdür, harda zəifdir. Ona görə mənim üçün həm morallə, həm fiziki asan da olacaq. Bir dənə lazımdır ki, onlar yəni vaxtı təyin eləsinlər. Mən deyim ki, Ramazana qədər. Ramazan qabağı döyüşüm, sonra Ramazan bayramı. Mart ayında, hə? Mart ayında inşallah. İnşallah qardaş, sağlıq olsun. Allah qoysa mart ayında hər imkan daxilində çalışacağıq ki, gedək, həm çəkək, həm bir yerdə olaq, həm inşallah ki, ümid edirəm ki, qələbə bizim olacaq. İnşallah. Bu dəfə Keçən Rafael 4 dəfə getmisən Amerikaya, 3 dəfəsini mən yola salmışam, mən qarşılamışam. Üçündə də qalib olmusan. Ayağımız yüngül olub da. İnşallah ki, Mart ayında getməsən ayağın birini verərsən, aparasın. Yox, bildim qardaşım. Mən də zapası verirəm ona. yox, zarafat edir, zapası özbəsən. Sol ayağı verərsən, zarafatsız. Sağı versin. Bax. Sən günorta yatmamısan deyəsən, Mən günorta axşam yatmışdım. yatmışdım. Hə. Mehman da yarışı olmalıdır. Bu mehman danışsın. Mehman elə Mən danışmadım. yox, zarafatsız qaqa danışır. Nə danışmıram, sən danışım. Bir dənə anekdot danış. Yox, doğrudan yarışı olmalıdır. Mehman, sən də Fevralın Mehman 25-i fevralda yarışı. bizdən qabaqdır. Rizində. İnşallah. Görə yaxşı Sizdən olacaq. qabaq deyib, Murat, sən martda döyüşsən də, hə? İnşallah ki, Fikirləşirsən. rəqib sağalsa, yox fikirləşməm, mən Hə. fikirləşməyimdən əlavə, yəni fevralda 100% görüşməyəcəm. Ona görə ki, dincəlmək lazımdır qardaşım. Həm də onun sağalmağı, onun formaya düşməyi, mənim özüm də yəqin ki, mart apreldə mən Yox, olacağam. fevralda sən fevralda uca hazır keçəcəksən. Yox, keçəcəm qardaşım. martda rəqib kimdir? Təxmini də var. Rəqib Amerikanlıdır. Amerikanlıdır. Bəli. Oradan indi o da döyüşü udub da axırıncı. Qardaşım, axırıncı və kəmər onda olub, o zədə olduğundan, İndi həmin adamla döyüşəcəksən də. bəli, 5 round vuruşacağıq, kəməri İnşallah bu dəfə də udarsan. Allahın izni ilə. İnşallah yenə mehman Mən gedəcək. düşünürəm ki, inşallah ki, alınsa, hə, mehmanla gedəcəm. Ayağımı da verəcəm. Yox, ayağım bir vermirsən. Bəs. Əlvə verərsən onu, Mehman. əlvə. Kres. Murat, 2 ayaqla səninlə gedəcəm Sən inşallah. ayağın İnşallah, düşəcək, Allah bunun qoysun. Bir dəfə sən toru danışaram. Danış qardaşım. Nə danışım? Döyüşündən danış, bir özündən danış. Döyüş inşallah fevralın 25-i vuruşacağam da. Görək nə olur, yaxşı olar. Yaxşı hazırlaşacağıq. Hər rəqib Yavaş. bəllidir, amma yarışın tarixi bəllidir də. Qardaşım, kimdən vuruşursan? Zarafatsız. Bilinmir hələ. Hələ indi 1-2 günə deyəcəklər. Uğurlar olsun inşallah. İnşallah. Yox da qardaşım, gülürsüz bizdən qabaq kişi vuruşur. Ona görə deyirəm. Ay, çox yox, danışsın başqa da. şey ki, Biz başqa şey. gülməyə görə demirəm ki, mən Valla vuruşum. mən də tapdım, sual versiz Mən sən danışıram. sözün düzünü Yaxşı, deyim. de. O var ha.
Gülməyə görə. O mən tanıyıram da. Mən Allah gülməyə görə deyir. Haqqıma girirsən, o dünyada hesablaşarıq. tanıyıram onu. Gör nə deyirəm, mən bura nəyə gəlmisən? Gör nədir? Gəlmişəm sənə dəstəkləyirəm, sənin yarışından danışım. Yox, onu bildiyim nə qardaşım, sənin də yarışındır inşallah. Ən birinci yarış fevral ayında qardaşımızdadır. Özdə mən sənə bir Mən də istəyirəm ki, o da hər yerdə Allah and olsun. Bax, Lüboy danış, yəni söhbətlə maşında gələndə hər yerdə sən ilk mehman həqiqətən qardaş kimi, yəni həqiqətən ora gedəndə adam nə qədər adam bir kimi. Qardaşım, adam elə şeylər var ki, burada demək istəmir. yəni Necə o- demək hə. istəmir? Ayıb bir şey deyil ha. Prosta insanlar düz onu qəbul eləmək olmur da mənim qardaşım. Məsələn, mehman mən yarışına gedim, mehman mən corabına qədər yuyaram da mən O nə var bu ki oğlan. orada, Yəni qardaşım? yox, niyə Hə. istəyir çəksin salonda, istəyir məsələn, bilsən elə şeylər var ki, Bu idman etikasıdır qardaş. mənim qardaşım, Hə. elə insanlar hələ var də ki, bunu olmalıdır qəbul da. edəmirlər də, sırası başqa cür yozurlar. Ona görə mən bir sözlə deyirəm ki, yəni ki, hamısı sağ olsun. Amma mən onunla yoldaşlıq elədim. Allah ondan doğrudan da razı olsun ki, qardaşım. Yəni mənim əlim ağdan qaraya dəymir də. İnşallah yaxşı yeməli. Yaxşı yemək, öz arafası yaxşı yeməklər bişirir. bütün sistemi iğnələrə vururdu. Saqqallı meçezraydı da bu. Bütün iğnələrini də vurur da. Orada mehman istərlər meçezra kimi buraxmadım zarafası. Dedi mənə lazımdır bizə. Allah razı olsun, sağ olsun. Bilirlər oğlumdur sən. Bilirlər oğlumdur arkada. Sönən də gördü ki, şahda babaya oluyor. Buran andolsun. Belə belli iş olmayıb da. Mehman. Bu belə. Şenliklere sağladım. O sakallı mesela. Övrəysən atağa. Ayda. O tərədim. Amerikada güldüm, Allah subhanallah olsun. Mənim sənin şənliklərə zat çağırdım. Ay sənə. Ay o zaman. İğnə vuranda necə yalvarırdı. Sən Belə həkimi yığ deyir. Həkim görə vur. İğnəni. Necə qorxurdu. O necə qorxurdu. Hətta deyir həkimi yığ qoy görsün vur. Məsələn sən. Yalan. Nə qardaş? Əsas məsələ odur ki, Mənim Rüfət mənim problemimiz var sizin. yox qardaş. Mənim də sizin. Sənə Hər şey şu əla. problem olur. Gələndə deyirsən danışanda hər şey verərsən, nə verərsən. Onu demək nəsə olacaq. Bu bizim öz şəxsi işimizdir. o efirdə danışmayacaq ki. Demədi danışsa hər şey ver. Sən öz ad vurdurdu cəmaata. Hətta danışırdı, yəni bu danışıqlarımızın hamısını Deyirəm ki, verəcək. bu danışdıqlarımızdan bu hissəni versəz bəs edirlər. Qardaşım, burada nə var sözlər? Mehman Doğrudan Yes, çox nömrəli də düzdür ya, var. Allah hamd olsun, Allah. Yəni Allah hamını canı sağ eləsin. Mehman həqiqətən əziyyətin böyükdür. Yəni Çox. güldü, zarafat elədi. Ancaq biz onu Dedim, nə də 3 dəfə dedim. Yox, Bir də desəm zarafat olan şeylərdir. Ancaq ki, o Mehman da. Mehman, vallah deyirəm, yolda gələndə o var da bizim efirdə. Həqiqətən əziyyətin böyükdür. Mən keçən dəfə dedim ki, Mehman ümumiyyətlə elə oğlandır ki. Nə belə bilirsən? Doğrudan da Mehman yaxşı olur. Vallah deyirəm ki, Allahın olsun, onun elə ürəyi hər şey üçün bəsdir. Sən bir 200 manat pul verin. Yalandan tərifləyirsən. Yox, amma bir də biraz dəyişək söhbət, amma bir dənə şey deyim. Yəni mən Mehmanla illərdir məşq edirəm bir zalda. Həm Rafaeli mən uşaqdan tanıyıram. Yəni ümumiyyətlə belə bilməsin insanı tanımaq üçün yola çıxmaq lazımdır da. Yəni yolda adam tanıyır. Mən Mehmanla bir yerdə, yəni çəkidə salmışıq. Mən söz deyirəm, mən bax Tural, mən bir şey həmişə yarışa hazırlaşanda mənim çəkimi Tural salıb. Elə ki bəxtdən mənə yarışlar həmişə o gedib. Axırıncı yarışa da getdi də. Mən onsuz gedəndə mən narahat oluram. Mehman çəki salanda Mehman çəki salanda nəyimi istəyən söyürəm ki. Çəki salır, 5 kilo, 3 kilo, 2 kilo. Yox, 12 kilo, 13 kilo salır. Rüfə o ayrı Ayrı darlamışam. o deyir çəki salmaq məsələsi var ha. Qardaşlarda tam ayrıdır da.
O burada hamı oturub düzdür, deriyə çəki salırsan. O yəni asan bir şey deyil də. O insanlar var ki, məsələn diyetlə, zadla salırlar 3 aya, nə bilim 7 kilo, deyirlər ki, biz 7 kilo saldıq 3 aya falan. Yəni onlar Allaha and olsun, mən də çəki salıram, amma onlar saldığı kimi mən əziyyət çəkmirəm də. Yəni dəhşət bir şeydə ki, yəni insan ilə əsəbləşir ki, olur da qardaşım, orasını siz danışın. Bir də əhvalat danışım. Mehman Moldovada vuruşur. Məndə şeydir. Kəmərə yox. Kəmərdən çıxış idi. Vuruşur. Elə oldu ki, bu da çəki salanda çox əsəbi olur. Ən çox da mənə söyür. Yəni bilirsiniz də, yəni təhqir edir mənə, belə deyim də. Elə oldu ki, gəldim, girdim içəri, gördüm ki, bu da çəki salan adam ümumiyyətlə, yəni Rafael düzdə az salır, ən azından o hiss edəcək də, abizorjen gedir də, bədən quruyur, bədəndə temperatur qalxır, su azaldıqca temperatur qalxır da, adam yata bilmir, ürəyi partlayır, dil dodaq yapışır, təsəvvür edin ki, bir sutkanı su içmirsən də, sən nə içirsən, nə yeyirsən, günə 2 dənə məşq edirsən. Səhər-səhərdə Mehmanın da qalmışdı, 600 qramlı belə qalmışdı da, səhərə qədər dedik ki, o yanacaq da, yəni o gedəcək, bədən onsuz da onu güc itirəcək, yəni tərləyəcəksən onsuz da. Nəsə, gecə yatmışam, bir də ayıldım ki, səs gəlir. Biliyorum ki, Mehman oturub kravatda öz-özünə danışır. Əməli başda öz-özünə danışır. Allah'ım öz-özünə danışırdı. Nə danışırdı? Nə bilim, niyə belə onu belə danışır nəsə. Mən durdum ki, Mehman, nə olub sənə? Ondan axşamda mənə biraz pis acılamışdı orada suya görə. Belə baxıram, adam heç sənin üstündə ya. Deyirəm, demişəm ki, get su al da, məsəl üçün. Demişəm, get 1 litr su getir. Tural gedib 5 litr getirib. Mən dava edirəm ki, ona, sən niyə 5 litr getirmirsən, 1 litr getir də. Yəni heç sədən yəni. O bəlkə mənə yaxşı 5 litr getirib ha. Ümumiyyətlə insanlar olub ki, yəni professional idmançılar olub ki, diyeta vaxtı ailəsindən boşanıb. Yaxşı olub. Vallahi yəni çox insanlar olub. O səbəb axtardı yəqin o səbəb. Yox, səbəb deyil o. Psixoloji adam nə şəkər yeyirsən. Qardaşım çox Rüfət, Allah haqqı deyirəm ha. 16-17 kilo çəki salırlar. Yəni biz indi belə sən də salanda yox, yəni ki, mən elə belə 9-8 kilodur ki, bədənim sulu. Ümumiyyətlə bizə necədir? Yəni ümumiyyətlə şəkər var ha. Şəkər insanda deyir qarmon şəhsidlər də o artırır beynində. Ümumiyyətlə çəki salan adam ümumiyyətlə şəkər yeməyən adam ümumiyyətlə qaşqabaqlı gəzir, həmişə əsəbləşir hər şeyə. Mən məsəl üçün çəki salanda yolda kimsə mənə yol kəsəndə əsəbləşirəm. Çünki uca çəki salan vaxtı aqressiv olursan da, aqressiv olur adam. Bir dənə adi belə yüngül söz deyəndə adama pisinə gəlir. Sözlü kəsəm, 16 kilo salanda neçə ay şəkər yemirsən? Bir ay yemirəm. Nə duz, nə şəkər. O yaşda, özdəki yaşda. Nə duz, nə qığa. Yox, mən bu dəfə çəkini çox yaxşı saldım. Daha bir gün qalmışdı çəkiyə, sabah səhər mən qoşmuşdum efirdə uşaqlarla gülüb danışırdım. Bir günü qalmışdı. Mən bu dəfə yaxşı idim, çünki düzgün eləmişdim hər şeyi. Yəni sizin hazırlıq prosesi çox gözəl keçmiş. Hazır prosesi yaxşı idi. Yəni rəqib əgər mən istədiyim stildə işləsəydi mənə ilə tam yaxşı olardı. Yəni ən azından даже biz məsələn Rafaellə birdə hazırlaşırdıq. Elə oldu ki, Rafael Nastenson dedi ki, Tural bu gün getmir məşq. Mən Rafaelə bezdirdim ki, davay gəl məşq, gəldi. Deyirdi ki, Tural bu gün eləmək istəmirdim məsəl üçün də. Amma elədim. Sənə baxdım, elədim. Elə oldu ki, mən də gəlirəm yorğun oldum. Mən də çəki salıram. Mən 5 kilo salmıram, 16 kilo salıram da. Təsəvvür edin ki, mən salmışam 8 kilo, 9 kilo, halım yoxdur. Eləyirəm, o görürəm ki, Rafael vurur. Vurur, mən də istəmirəm axı geri qalımından. Mən də öcə şey deyirəm də, yəni çalışıram ki, yəni, ən azından bəs yox. Ən azından sağlam konkurensiya aldım ki, ən azından o işləyəcək, mən də qoy axıra kimi işləyim heç olmasa. Bax belə şeylər var da. Motivasiya verir adama. Aysa, o həqiqətən motivasiya. Mən gəlirəm tək eləyəydim, mən tək eləyə bilməzdim. Rafael gəlirdi, baxırdım Rafaelə eləyirdim. Həmçinin o da həmçinin mənə baxıb eləyirdi. Daş məsələn gəlirəm məşq görürəm. Bir ara elə oldu ki, məsələn Mehman yarışdan gəlib, 2 ay hazırlaşıb, çəki salıb yarışdan gəlib. Xəzər zərbə almışdı başından, o məşq eləyə bilmir. Vüqarın belində travma alıb. Rafael də onda hələ yarışa hazırlaşmırdı. Gəlirəm məşqə bizə gənclərdir də. Mən gənclərlə nə edəcəm? Bir dənə Rüfətə şeydi, Rüfət gəlirdi, Rüfətlə ikimiz idik. Uca həvəsim olmadı zala girməyə. Adam deyir ki, yəni həvəsdən ölür də. Amma mən gəlirəm Vüqara, Tofiqə, nə bilim Mehmana. Hamı bir-birinə baxır həvəsdən. Hamı baxıb qızışır da, adam özü də asışır elə. Yəni o şeylər biraz, yəni o nüansa fikir vermək lazımdır. Biz məsəl üçün Mehman, yəni onu deyim, zalda bizdə ən sürətli idmançıdır. Ən sürətli. Mən onu həmişə demişəm. Zalda hamımızı döyür.
Allaha and olsun. Bax fizikisində hiss edirəm onunla döyüşəndə. Yox, olan şey deyim də, yəni Düz deyir də qardaşım. Mehman həqiqətən də, yəni hansı idmandan istəyirsiniz gəlsin həmin adamlar. Hamı deyib ki, o uşaq tank kimidir. Çox hissiyatlıdır. Çox hissiyatlıdır, fiziki yüngüldür. güclüdür. Amma əli ağırdır qardaş. Əli ağırdır. Amma ən əli ağır olan Turaldır. Tural. Qaqan hamısını paprov eləyib də. Zarafatsız. Yox, Mehman yəni zarafat onu məsələn, eləmirəm. amma döyüş olur. Ümumiyyətlə belə bir şey deyim də. Mən Mehmanı tanıyıram da necə. Döyüşdə Mehman sadəcə o bilsə necə taktiki baxımdan biraz problem yaşayır da. Çünki o illərlə o məsələn başqa versiya döyüşüb. O məsələn bəzi stildə döyüş üslublu var ki, onu qura bilmir. O Mehman onların üzərində inşallah işləyir, artırıb onları. O inşallah fevral ayında mən inanıram ki, fevral ayında bir dəfə başqa cür olacaq. Martda sənin vaxtındır, fevralda da inşallah bunun vaxtıdır Allahın köməyi ilə. Bir də qaydanda düzdür Tural, inşallah qalib qaydanda başqa cür olur. İstərsəm o düzəndə aydın o normal bir şeydir. Biz özümüz sinəyən adam deyək, fərqi yoxdur. Yox, biz Yox, конечно. Biz qardaşım, biz özümüz üçün deyəndə ki, biz bir komandayıq. Yəni mən demirəm dostlar, qardaşlar, ümumiyyətlə danışıram ki, bu həyat budur. Bu günləri biz işləyirik, bu gün biz varıq. Sabah işləməyək, heç kəsə lazım olmayacaq. Yox, amma ola bir şey deyim, yəni həqiqətən də, yəni Rafael mən Rafaellə fəxr eləmişəm, mənim qardaşımdır valla. Mən Rafaeli uşaqdan tanıyıram. Döyüşdən sonra canlı elədin Rafaellə. Hə, mən Rafaelə daşı mən döyüşdən çıxdım, həmin günü döyüşdən çıxdım. Özüm kövrəlmişdim, pis olmuşdum da, yəni. Amma mən bilirəm ki, mənim dostumdur. Mən ona zəng elədim, özüm də pis oldum, özümü biraz saxladım da. Dedim ki, sən onu sabahlar. Mən istəyirəm ki, udum oradan, deyim ki, estafeti verirəm sənə, dostuma da. Çünki bir yerdə hazırlaşmışıq. İstədim deyim ki, Rafael ki, amma mən zəng elədim Rafael dedim ki, mən uda bilmədim, sən udacaqsan sabahlar. Mən bilirdim, mən valla inanırdım axıra qədər də. Yəni 100%. Döyüşdən sonra çoxları çıxıb deyir, biz Rafael Krasavçı. Mən onun başlanğıcından axırına qədər demişəm ki, Rafael onu yəni hiss eləməyəcək, belə demişdim. Mən zəng etdim Rafaelə, dedim ki, Rafael, sən məni sevindirəcəksən sabahlar. Mən sənə söyləyim ki, özünə inan bir dənə. Özünə inan, səndə o karatedə olan partlayış, o səndə qalıb. O qədər yaxşı hazırlaşmışdı həm də. Həm də yaxşı hazırlaşmışdı. Döyüşdən döyüşə artırıb da. İndi aydın məsələdir ki. Amma yenə də deyirəm, yəni Rafael даже udursaydı da, yəni insan Ruslan söyləyir deyir ki, biz kişiyə xas olan, yəni murskoy kaçsa deyirlər də, biz məğlub yəni onları itirmirik ki, sadəcə məğlubiyyətdir, bu idmandır. Yəni iki idmançıdan biri udur, biri uduzur da. Yəni Rafael udsaydı da, udursaydı mənim üçün eyni adamdır. Даже gözümdə даже qalxardı. Yəni aşağı düşərdi, yəni əkslərdi. Bizim biz məsələn aeroportda rastlaşdıq, Turalla görüşdük, danışdıq, Rafaelə qarşılayanda. Qarşılayan çox adam gəlmişdi. Gedəndə də belə baxanda həmişə dostlar var, gəlirlər, necə yola salırlar. O da insana motivasiya verir, stimul verir, istər-istəməz. Rafael çoxuna deyir, gəlmə, gedirəm. İndi qaydanda inşallah qələbə ilə gələndə adam çox gəlir də. Qaydanda da maşallah ki, çox adam gəldi aeroportdan. Yuxarıdan, ikinci mərtəbədən, oradan-buradan çəkilişlər. Elə bir həqiqətən ulduz gəlir. Hər idmançını gördüm orada karateçilər var idi, Tofiq Gil orada idi, Vüqar, Tural, Mehman. Dedim inşallah hamımız üçün olsun, sizin üçün də olsun ki, hər idmançımız gələndə belə şəkildə aeroportda ənənə olaraq belə qarşılansın. Bu elə də olmalıdır da, başqa cürüncə ola bilər. Şükür Allaha ki, qarşılayırlar da. Ancaq ki, biz nəyə fikirləşirik ki, bu günləri Rafaelin özü Tural Asada ACA-də vuruşur və ACA dünyada ikinci yerdə gedir. Sırf o MMA-da da, yəni MMA-dan söhbət gedir. Və inşallah ki, mart ayında qalib gələndə mən gözləyirəm ki, sənə həqiqətən gözəl qarşılayacaqlar. Çünki Tural həqiqətən yaxşı qardaşdır, yaxşı idmançıdır. MMA-in burada Azərbaycanda ilklərindəndir ki, hansı ki, neçə illərdir demək olar ki, neçə il boyunca. Həm də dedin ki, mən ola bilər ki, döyüşü, mən şəxsi fikrimdir, razı deyiləm, o döyüşdür, uda da bilərsən, uda da bilərsən. Yəni, deyir, karyera nə vaxt bitirəcəksən? Yəni, karyeranı uduzub bitirmək, o yəni yol deyil də. Yəni o fikirləşəsən ki, Ronaldo deyir ki, sən karyera nə vaxt bitirəcəksən? Deyir, onun cavanlar mənə, yəni deyir, yəni onu hiss eləməlisən ki, yəni sən, yəni bugünkü gün sən hər döyüşə çıxıb orada vuruşursansa, dirəşirsənsə, çətinlik yəni verirsənsə həmin o. Çünki gələn rəqib də hazırlaşır gəlir də səni udmaq üçün. Yəni o güc səndə varsa, o deməli sən karyeru bitirməməlisən. Yəni sən axıra kimi getməlisən. Yox, bilsin necə. O psixoloji biraz momentlər olur. Məsəl üçün belə deyəndə Azərbaycanda publika var da, məsələn bu azarkeşlərdə məsələn o insanlar bilmir axı sən harda vuruşursan, kimlərlə vuruşursan. Azərbaycan 7 ölkədir ki, keçirəm ya, bax mən yaralı yerimizə toxundu. İndi elə hamımız danışacağıq. Ha, danışaq. Azərbaycanda ən güclü rəqib görən mən bizim döyüşçülərin hamısı güclü rəqiblər görə, amma ən belə də ən tanınmış, ən güclü uşaqlarla, ən güclü yerlərdə vuruşan Tural oldu. Mən bilirəm.
Sən bilirsən. Baxırlar qardaşım, Tural amma- uduzub, məsəl Mən hər yerdə deyirlər, deyirəm. Ya ona görə Deyirlər Qardaşım ki, burada oturanlar insanlar o insanlardır ki, belə üçümüzdən gedir və istəyir Tofiqi, istəyir Xəzəri, istəyir bütün uşaqlar Vüqarıdır, Mehmanıdır, Rüfətidir və Turalıdır, özüm və Şahin Atamovdur. Yəni biz yəni ki, kimdənsə zəynləşib rəqib bura çağırıb döymürük. Başa düşdünüz nə demək istəyirəm? Yəni internet var, yəni ki, dünya çempionatı adıyla gedib 3 dənə ölkənin içində dünya çempionu olmuruq. Yəni mən bunu çəkinmirəm deyirəm, mən heç kim yəni kəsə bilər, nə bir şey elə bilər. Yəni çox, yəni doğrudan da niyə görə mən indi coşuram? Çünki hansı podyezddə, Liboy podyezddə 2 dənə dünya çempionu var. baxırsan MMA-dan, baxırsan MMA-dan dünya çempionu. MMA-da dünya çempionu. Allah, mən valla MMA Yox, yox, danışmıram. Mən də iki çempionumda xəbər. Yo, məsəl üçün də biz o idmançılar deyirik ki, biz aeroportdan gələndə falan yerə zəng edirik ki, 200 manat verəcəyik, bizi efirə çıxart. Biz o idmançılardan deyirik. Biz nə qazanmışıqsa, ola bilər biz xırda şey qazanmışıq kiminsə gözündə. Allah bizə nə veribsə, bizə Allah verib də. Yəni biz yenə Allahın quluyuq. Hamımız Allahın quluyuq. Yəni biz tək başına heç nə eləyə bilmərik. Allah istəməsə mən daldala sayt vururum buradan üçün qurğuna qədər mən heç nə eləyə bilmərəm. Yəni ki, Allah verir, biz istəyirik, biz onu da Allahdan istəyirik. Və biz baxın, oturun, söhbət məndən getmir. Hələ Turaldan gedir, Mehmandan gedir, Tofiqdən gedir. Açın, Vüqardan gedir. Açın, baxın internetdəki bunlar kimlərlə görüşür və ora necə gedirlər. Yəni adam var ki, buradan mən idmançı tanıyıram ki, qardaşım, heç siz bilmirsiniz. Bugünkü mən onun şu anda öpüşüb görüşürəm. Mənim sözüm qeybət deyil, birbaşa çıxıb qulağına deyərəm, kim olur olsun. O adam var ki, gedir dünya çempionatına. Dünya çempionatı sabah yox, büsündür. Amma həmən günü götürür, poyuzu belə şəkil çəkdirir, atır ki, mən artıq dünya çempionuyam. Nə qədər istəyirsən, vaqonlandır. Azərbaycanda elə idmançılar vaqonlandı. Niyə görə bunu? Mən özümdən razı belə danışma, mən belə. Mənim heç rezultatım yoxdur. Amma bilənləri, olanları mən bilirəm ki, yəni ki, idmanı necə deyərlər, şeyə çevirmək lazım deyil də, oyuncağa çevirmək lazım deyil. Yəni bugünkü gün mənə dünya səviyyəsində 10 dənə idmançıdır kim çəksə mən buranı tərk edirəm. Dünya səviyyəsində Azərbaycanda 10 dənə idmançı çəkin. Amma indi vuruşam. Və Azərbaycanlı legioner yox. Mən bir şey bilirəm. Dünyada keçən il idi, ya bu neçə il idi? Dünyada sən deyirsən Azərbaycanda 10 nəfər. Mən isə dünyada ümumiyyətlə hansı il idi? Keçən il idi. Ümumiyyətlə Rafael dünyanın 100 dənə idmançı arasında girmiş. Olimpiyadada. O nə idi səndə? Olimpiyada. Dünyada nə qədər idmançılar varsa 100 dənə idmançı. 100 dənə idmançı. Yəni o böyük bir nəticədir. Yəni və burdan da qeyd etmək istəyirəm ki, yəni siz biz idmana görün nə qədər insanlar baxır. Dünyada milyonlarla insan baxır idmana. Gör nə qədər idman populyar bir növdür ki və idmanda idmançının statusu nə qədərdirsə, biz onu gördük Messidə, biz onu gördük Ronaldoda ki, biz maşında gələndə söhbətləşirdik ki, məsələn orada Messi prezidentlər dayanmışdılar. Yəni məsələn biri xalat geyindirdi falan şeylərdir. Məsələn bugünkü günləri onu gör necə qaldırırlar. İdmançıdır bu. Çünki idmançı bayrağı qaldırır. Və burada da sizin simavızda bizim idmançılar Rafael, Tural, Mehman, Vüqar, Tofiq. Yəni mən kimis adını çəkməyəcəm. Nərimanı var, Tahiri var. Çox idmançılar var. Karatıda da var, boksda da var. Biz prosta bu sahədən danışırıq deyə biz bu idmançıları deyə ancaq idmançılar bizdən inciməsinlər ki, kimis adını çəkmirik yaxud da hamısı bayrağımızı qaldırır, hamısı fəxrlərimizdir. Yəni biz bura gəlməmişik ki, kiminsə adını çəkməsə mənə incimək, amma ki Azərbaycanın bayrağını istər idmanda, istər həkimlikdə, istəyir hansısa bir işdə kim qaldırırsa, biz həmən insanlarla fəxr edirik və mənim boynumun borcudur ki, mən öz vətənimin igidiylə fəxr edeyim, qardaşım, kim olur olsun. Ola bilər hansısa bir idmançıdan mənim, yəni ki, ola bilər də o məndən xoş gəlmir, əgər o mənim bayrağımı bütün dünyaya səsləndirirsə və erməni ayağa qaldırırsa, o mənim birbaşa fəxrimdir. Mən onu gətirib çıxardıram ki, bugünkü günləri hansı insan ümumiyyətlə idmanla məşğul olan adam, yarışa çıxan adam o qalibdir. Niyə? Çünki bu sağlamlıqdır. Bugün Rafael sən elə deyirsənsə, pseudo da Azərbaycanda idmançılar saxlanır. Yox, qardaş, onu demirəm, rahat. Ondan danışmıram. Yəni mən demək istəyirəm ki, bugünkü günləri sən idmanla məşğulsansa, sən kiməsə yaxşı örnəksən. Bugün idman sağlamlıqdır da, qardaşım. Sağlamlıq baxımdan da, amma professional baxımdan yox. Mən özü yaxşı bilirsən ki, sən dediyin şeyi mən çox gözəl başa düşürəm. Sən hər şeyi məndən də yaxşı bilirsən. Mən bilirəm və onu da mən heç vaxt gizlətməmişəm, həmişə də vermişəm. Amma Rüfət qardaş, mən burada nə dedimsə, ola bilər sözüm aqressiv, səsim tonla çıxır, amma əsəblə demirəm də, olanı deyirəm. Olan şey deyirsən. Mənlə razısınız? Mən sənə 100%. Razısan qardaş? Milyon, əlbəttə.
Yəni bir şey deyim, yəni Azərbaycan, yəni bir şey deyim də, yəni biz əgər bu söhbət açılsa, bu maraqlı söhbətdir həqiqətən də. Yəni insan Azərbaycan toplumun, yəni demək olar ki 60%-nin yəni idmandan, yəni belə deyək də, bir idman gedir harca idmançı bayraq qaldırırsa, bayraqla şəkil çəkdirirsə, bu deyir ki, bu idmançıdır. Bu adamı öldürər. Bu deyir ki, bu belədir, məsələn, bu ya və yaxud dəlidir bu. Amma əslində bir şey deyim sizə, Azərbaycan yəni yedinqa dövlətdir ki, yəni tək dövlətdir ki, 10 dənə dünya çempionu oturub eyni idman növündən 10 dənə dünya çempionu oturub bir-birini tanımırlar. Ay sağ ol. Bir-birlərini tanımır. Amma sən məni vizuallə tanıyırsan, bilirsən mən kiməm, mən nə ilə məşğulam, amma həqiqətən mən səni tanımıram. Doğrudan. Amma mən sonra bilirəm sən 5 qat dünya çempionusan. Mən yenə də deyirəm sizə. Biləcəkdən qırağa çıxmayıb. Kəmərdən zakaz eləyir, kəməri düzəldir, gəl belinə taxır, gəl yenə deyirəm sənə. Valla mən bax tanıyıram bax. Bizim Tofiqdir, Nərmandır, Vüqardır, Mehmandır, Rafaeldir, Şahindir. Bunlar hamısı döyüşən oldular. Mən bunları gözümün qabağında olaraq görmüşəm və bir neçələrini də tanıyıram ki, yəni daha elə idman savaşı münasibətlərim yoxdur, amma biz idmana, MMA-ya gələndə onlara baxmışıq. Onlar bizim üçün ibrət olub. Yəni bizə necə? Amma adamlar var ki, çıxırdı ki, mənə ev vermirlər. Mən bir dəqiqə belə deyim də, mənim 34 yaşım var. Hə, mən bir də belə şey deyim. Mən 34 yaşım var. Mən yenə deyirəm, utanmıram deyirəm də. Mən dünya çempionu olmuşam da, o belə baxanda günah deyil ha o. Mənə deyiblər ki, dünya çempionunda gedirsən. Demişəm mən gedirəm. Mən belə baxanda 5 qat dünya çempionuyam da. Amma mən heç deməm mən 5 qat. Niyə görə? Gedirəm dünya çempionu, görürəm Ukraynada, Azərbaycandır. Qazaxıstan. Bir dənə Qazaxıstan zət gəlib. Getmişəm, döyüşmüşəm dünya çempionu. Amma mən onu çünki o neofitsialnidir. Mən onu heç bir yerdə mən ofitsialni bir dəfə olmuşam dünya çempionu. O da ki həvəskar arası. Peşəkarlar vuruşmuşam, o da ki mənim günahım deyil. Amma mən onu heç yedirəm mən dünya. Mən amma M1-in məsəl üçün də M1-in Vremli, necə ki Rafael kombat karatan Vremli çempion olub. Mən M1-in Vremli çempion olmuşam. Hə? Və bunu heç hamı bilir də. Mən amma yazmıram ki 5 qat dünya çempionu, 20 qat Avropa çempionu, nə bilim 70 dənə döyüş, bir dənə nitsiya, 69 dənə qalibiyyət. Amma heç yerdə yoxdur. Baxırsan ki bir çıxıb Maykada, bir dənə də cins şalvarda yalandan döyüşür. Yəni bilmirəm zalda çəkib bunları qoyub YouTube-a yumruq ata bilmir. TikToka qoyub bir dənə mahnı buraxır. Yumruq ata bilmir. Allaha and olsun yumruq ata bilmir bu insan. Sən gələcəyin müəllimi özü ki məşqçilik keçirlər. Sən gələcəyin uşaqlarını kör eləyirsən. Sən birbaşa kör eləyirsən. Nəyə görə? O uşaq ona nə fundament qoyulacaqsa bu idmanda o cürdə gedəcək. Buna nə cür fundament qoyulubsa bu cürdə döyüşəcək axırına qədər. Onu güclü müəllim lazımdır ki, onun o stilini, onun fundamentini təzədən noldan dəyişsin. O da ki, əlavə vaxtdır. Danışanda ata deyir ki, nəyə görə Azərbaycanda idman belə zəif inkişaf? Ata deyir, o da qeyri-olimpiya növlərini deyim. Ata deyir ki, mənim oğlum 20 qat və 10 qat dünya çempionu da heç bir dövlət baxmır. Göndərib ki, bazarda işləsin. Bir də Rafael'ə demişdi. Nə demişdi sən? Mənim oğlum çatacaqsan. Yox, mən başqa şey deyirəm. Göndərdim ki, bazarda işləsin. Baxmırlar. Baxmırlar nəyə görə? Düzdür, idmanda baxmırlar. Əlbəttə baxmırlar idmana. Olimpiya idman növü ilə məşq edənlər, idman məşğul olanlar idmançıdır, biz idmançı deyilik. Bizə heç bir yerdən dəstək yoxdur. Biz öz şotumuza yazı mehman yarışı girdi. Məsələn, dostlarımız var idi, hələ açıb məsələn yarışı göndərirlər. Həmçində mənim dostlarım olub ki, bilirlər yarışı gələm, açırlar, yol pulu verirdilər ki, gedim yarışa. Biz o böyük liqalara gəlib çatana qədər öz anamızın, atamızın pulunu eləmişik də. Mənim anam, mən dünya çempionatına gedəndə, mən ofitsial dünya çempionatına gedəndə mənim anam mənim qızılını satıb mənə. Necə ki, mən Rafaeli tanıyıram ki, Rafaelin də valideynləri də həmçinin qızıllarını satırdı. Qazel şey almışdı, orada konduktor işləyirdi. Yəni mənim yadıma gəldi, hamısı mən uşaqdan görürdüm də Rafaeli. Həmçində yəni mən demək onu onun qədər görməmişəm də. Yəni əziyyət onun qədər çəkməmişəm. Amma ki, indiki adamlar hamısı dünya çempionudur. Mən Allah utanıram. Mən onu heç demirəm, nə dünya çempionu, nə Avropa. Dönüşəndə hə, professional döyüşçüyəm. Müsibə belə də deyirəm. Nə dünya, nə Avropa. Deyəndə ki, yox, dünya çempionu, nə dünya çempionu, necə dünya çempionu olmasın, nə idmançısan? O da nəyə görə? Çünki o belə adamlar çıxıb ortaya deyib ki, mən dünya çempionuyam. Mənə ev verin. Həmin adamlar da o hansı ki bacarırlar da onu eləmək, ortada bir şey olmaya, o şişirmək. Çox adam bilmir axı. Çox adam sən demişsən 3-4 nəfərin başa çıxır, çox adam başa çıxmır və mediada da oturan insanlar var ki, hansı ki əksəriyyətin heç nədən başa çıxmır. Ümumiyyətlə də idmandan. Sadəcə olub bilir ki, bu nəsə kəmər gətirdi, onu da məsələn işıqlandırırlar və o da istədiyini alır və belələrin sayı baş-baş istər-istəməz arta-arta gedir. Mən Rafaeli qarşılayanda
Biz aeroportda olanda biz o barədə danışdıq maşında da gələndə ki, adamların sayı o qədər adam gəlmişdi ki, Rafael də maşında gələrkən dedi, nə olardı ki, məsələn, ehtiyac yoxdur, ha, gəlsin, 2-3, mən sözün açığı gözləmirdim. Mən gözləyirdim orada sözün düzü, öz payıma deyirəm, mən orada gözləyirdim bütün telekanallar orada olmağını, mən olaraq. Amma mən əksinə. Çünki, qardaşım, mən fikrimi deyim də, mən telekanal deyiləm. Mən YouTube kanalıyam, motivator, bir neysə çalışırıq eləyək, çalışıram yalnızca olum, dəstək, heç kəsdən dəstək almıram, özünüz bilirsiniz də, dəstəksiz. Yəni, heç kəsə, yəni, kömək istəmirəm də. Sadəcə olaraq kanalların olmağı onun üçün lazımdır ki, bu günləri Rafaeli bütün Azərbaycan yox, bütün dünya tanıyır. Bugünkü günləri orada elə bir yarışda, mən bilirəm, hamı bilir ki, nə hansı çətin, ağır yarışda, qardaş, bu, Coratda gəlib döyüşüb şeydə Abşeron, nə bilim, Xırdalan Olimpiya stadionundan gəlmir. Bu Amerikadan gəlir və Amerikada da bütün Amerika həmin o kombatı izləyir və Rafael orada Azərbaycanın bayrağını qaldırır. Rafaelin orada mediası, orada kanallar daha çox paylaşdı ki, burada. Özü orada dedi ki, vurulayan... Bəlkə sənin uğurun deyə, qardaş, bütün dünya səni paylaşıb. Sadəcə olaraq mən burada heç kəsi tənqid eləmirəm. Yəni, mən sırf öz fikrimi deyirəm də. İndi kim necə fikirdədirsə özü bilər və kim necə eləmək istəyir özü bilər. Yəni, biz elə də öz işimizi görürük, öz bildiyimizi. Rafael zaten dedi ki, mən heç kəsə ehtiyacım da yoxdur. Ancaq bayram olanda zəng vururlar, falan şeylər, zənglər gəlir, bugünkü günləri. Ancaq bugünkü gün o insan yarışı Allah eləməsin, döyüşü uduzub gəlsəydi, onunla ümumiyyətlə də, udub gəlib belədirsə, uduzub gələndə nədən danışa bilərik ki, bugünkü günləri. Ona görə, qardaş, mən həmişə sözü, orada dedim ki, bəs yəqin yatıblar səhərə, dedim, onları pakrivat eləmə. Mən pakrivat eləmirəm, heç kəsə qarşı da çıxmıram. Sadəcə mən düzgünlüyün tərəfindəyəm ki, bu günləri bir Azərbaycanlı balası haradasa neysə nail olanda, ən azından onu bunu lazımsız şeyləri işıqlandırmağa ehtiyac yoxdur, elə də Instagram partladır. Bizə lazımdır ki, bizim qardaşımızın, bizim Turalın, Mehmanın, Tofiqin, Nərimanın, Tahirin, onlarla bağlı nə qədər birlik çox olsa, nə qədər düzgün məlumat, yəni yarışları barədə yəni yayımlar çox olsa, o qədər də bizim cavanlara, gənclərə motivasiya daha çox olar. Bu günləri bizim ölkəmizin gəncləri daha düzgün yola gedər. Bugün mən Rafaeli danışdıram, Turalı danışdıram, Mehmanı danışdıram, nə suallar verirəm. Rafael, uşaqlıqda nə eləmisən? Bu necə olub? Bu mən bilirəm. Bunu zaten mənə danışıram, Rafaellə biz 40 dəfə danışmışıq bu söhbəti. Tural'la biz 40 dəfə danışmışıq bu mövzunu. Elə olub yoxsa yox, hər dəfə oturanda danışırıq, dərdləşirik Mehman, düzdürmü? Biz bunu bilirik. Bu mən oturam, yenə də danışıram, motivasiya alıram. Rafael köhnə günlərin yada salır, motivasiya alır. Daşı maşında gedəndə kövrəldi də, söhbət eləndə, yəni o bizim bundan qabaqki verilişdə var da, girib baxa bilərsiniz ki, biz danışdıq kasıbçılıqdan, necə ki konduktor işləyib, necə ki qardaşı işləyib, əziyyətlə bu yarışlara çıxıb, kim onu alan vaxtı olur, yəni ayaqqabının deyir şey vaxtı var idi ki, cırılan vaxtı var. Yəni burada utanmağa bir şey yoxdur. Yəni qardaş, burada utanılası bir şey yoxdur. Deyir insan deyir nə qədər əziyyətlə gəlirsə o qədər bərk olur. Bərk gəlir, bunu görmüşük. Sadəcə mən ona hər dəfə sual verirəm ki, Rafaelin özü danışsın ki, inan ki, mən o qədər gənc var, uşaqlar var ki, bizə baxırlar, oradan motivasiya alırlar. Mənim bir dostumuz var, tanışımız, dünən zəng vurub ki, qardaş, oğlum futbola gedir, mənə yığıb ki, komandaya gedib onu götürmədilər, biraz çəkisi var, indi evdə özünü, 10 yaşı var, özünü evdə öldürür ki, mənə futbola götürmədilər. Bunu neynəmək olar? Görüm həvəsi var da, yəni yığıb mənə. Mən də zəng vurdum ki, mən xahiş elədim ki, bunu oynadığında bəlkə nə bilirsən, bu bəlkə gələcəyin Messi olacaq, məsələn deyirəm də. Messinin özü də bir sözdə iynələrlə həkimlər deyirdi ki, səndən başqa heç yəni normal yeriyə bilməyəcəksən. Yəni çox zəif idi də. Axırda dünyanın ən güclü idmançısı, futbolçusu oldu. Heç kəs biləməz ki, sabah kim olacaq. Və onun kimi də, Rafael kimi də, Tural kimi də, Mehman kimi minlərlə indi uşaqlar var ki, gənclər var ki, hansı ki sizin yəni ağsaqqallığınıza da, yəni sizin yəni motivasiyanıza ehtiyac var. Ona görə mənə gəlir ki, kanalların olmağı orada, bu qalibiyyətdə hansı ki deyirəm, mən kəmər almamışdım birinci, orada hamı orada olmalıydı. Bu mənim şəxsi fikrimdir. Kanallar bilsən nə olardı? Kanallar üzr istəyirəm də, həqiqətən də üzr istəyirəm sözümə görə. Hansısa o üzdən yıraq ərə gedərdi başqasına, özü kimisinə. Gələndə qarşılayacaqlar, bəlkə 10 dənə kanala gələcəkdi ki, bu necə oldu sən elə belə öldün, bu ürvəyə necə çatdın? Amma ki, Rafael, yəni Bebsmasın, Rafael orada Azərbaycana təsir edir döyüşünü, xalqına təsir edir döyüşünü, xalqıma əsir edirəm. Ən azından o, o kanallar içində öz xalqına hörmət edən olmadı. Özdə hamının xəbəri var idi ki, gəlir də saat. Mən məsəl üçün belə deyim də, bir şey deyim, mən qürbətdə yaşamışam da, özümüzə mən Rusiyada yaşamışam illərcə, nə qədər, neçə il və orada insan öz ləhcəsində, öz danışığını eşidəndə ürəyi açılır və yaxud deyəndə ki, mən məsəl üçün
mən fəxr eləmişəm ki, Rafael mənim dostumdur. Mənim dostum deyir ki, o sizdə mənim müəllimim var idi, o deyirdim o Matvey. O bunun fanatı idi. Daha bir də Rafael köynək verdi, apardım ona, astı yuxarıdan. Əslində mən demişəm də Rüfət qardaş, mən o günlərdə dedim ki, yenə deyim mən kimisə günahlandırmıram, hərənin öz şəxsi fikri var. Hamıya da sağ ol deyirəm. Gələnlərə də, gəlməyənlərə də, doğrudan da elə dostlar var ki, onların işi var, ailəsi var, yəni ki, elə yerdə işləyirlər ki, çıxıb gələ bilmirlər, amma yenə də hamıya çox sağ ol deyirəm və ora gələn hər bir insana mən təşəkkür edirəm. Mənə dəstək olan və bizə dəstək olan insanlara, yəni bizim üçün dua eləyənlərə, istəyiblər ki, biz qalib gələk, olan hamısına çox sağ ol deyirəm və kanallara qalanda gəlmədilər, amma ki, Allah köməkləri olsunlar. Amma biz buna görə biz həvəsdən düşməyəcəyik və biz hər bir insanın öz ürəyində arzusu var və mən bütün insanların ürəklərində nə arzular varsa hamısını yerinə yetirməyin inşallah ki, dua eləyirəm. Biz idmançılar nədir? Biz sizə də çox sağ ol deyirəm ki, bizi işıqlandırırsınız, qızıl vaxtınızı alır. Qızıl vaxt ayrı bizi işıqlandırırsınız və biz də bir idmançı kimi, bir Azərbaycan övladı kimi əlimizdən nə gəlirsə çalışacağıq ki, hər zaman Azərbaycan bayrağını qaldıraq. Mən öz adıma deyirəm və düşünürəm ki, mənim öz dostlarım da bunu təsdiq eləyər ki, biz orada həmişə bayrağı qaldıranda, nəsə bizə söz veriləndə, biz xalqımız haqqında, bayraq haqqında danışanda biz fikirləşmirik ki, bunu kimsə televiziyada görsün, gələndə bizə nəyisə hörmət eləsin. Biz ona görə, mən həqiqətən bilirəm ki, biz elə insanlarıq ki, nə gəlsə bizim içimizdən gəlir. Yəni ki, biz burada doğulmuşuq, bu torpaqda doğulmuşuq, hamımız bir gün bu həyatdan köçəcəyik. Ona görə mən fəxr edirəm ki, doğrudan da Azərbaycan bayrağının altında çıxış edirəm və nə qədər bədənimiz soldursa əlimizdən gələn eləyəcəyik və bütün idmançılar, tək MMA, karatedən gedmir. Azərbaycanda o qədər idmançılarımız var ki, gənclərimiz gəlir, hamısına uğurlar arzu edirəm. Allah bizə güc, qüvvət versin, səbir versin. İnşallah biz də bütün dünyaya üç rəngli bayrağımızı işıqlandıraq. İnşallah. Amin inşallah. Biraz yaxşı notla qutarada gülüb qutarmayaq. Ağlamayaq. Suallar var. Buyurun. Kimin kimi verəcəklər? Məymana da sual verərsiniz. Əksində idmançılar burada olan 3 idmançının üçünə Qaqaş. Mən də varam. 4. İdmançıya deyir, qaqa. sizin haqqında deyəcəyim və yarışa çıxarkən ağlınızda olan bir sual, o sizi motivasiya edən, yəni ki, sırf özümə bu söz verirəm ki, bu insana görə və yaxud da ki, bu sözə görə mən buna qalib olacaq. Dediyiniz bir söz varmı? Yəni ki, məsəl üçün, hal-hazırda bir yarışa çıxdınız, yarışa çıxanda ağlınızda olan ilk şey nə idi? Yəni ki, mən buna görə qazanmalıyam deyə biləcəyiniz bir şey yəni. Mehman, zəhmət olmasa cavab ver qıqa. Yox, sən bu axırıncı yarışda sən Yox, fərq yoxdur. Üçümüz də verəcəyik. Hətta mən də yarış vuruşanda olmasa hər bir insan arzuları olur da. ayağa qalxdım. Mən bu danışacağım. arzuları olur da. Elə arzular var ki, indi ya burada deyiləsə o arzular olur. Onu fikirləşirsən ki, birinci özünə inanmalısan da. Arzular olur adamın. Ona görə udmalıyam. Motivasiya da, yəni ki, hərənin öz arzusu olur da. O arzunu soruşmur. Yarışa Yox, getdiyin an deyir ki, nəyi fikirləşirsən, nə deyirsən, Allahla danışırsan, Yox, nə bilim. əlbəttə Allahla Yəni- danışırsan da. Mən bu yarışa gedirəmsə mən udmağa gedirəm də. Mən udmağa getmirəm ki, o öz beynində. Sən bəs bu qədər əziyyət çəkirsən, sən vest salırsan, sən 2 ay qoyursan o yarışa. Bu qədər əziyyət çək get orada 2 raundun içində. Əslində yaxşı sualdır qaqa. Sənin sözünə qüvvət verim. Yəni ki, belə deyim də mənim qardaşım. Yarışa gedəndə üzr istəyirəm, çox üzr istəyirəm. 2 ay yarım sən ailə ilə çıxıb bir restoranda oturub bir nahar eləyə bilmirsən. Ya başa düşürsən, yəni sözümü mənə düzgün başa düşün ha. Yəni mən ay yarım hazırlaşdım. Öz dostlarımla cəmi 3 dəfə çıxdım. Yəni çıxdım, oturdum, kofe içdim, yəni danışdım. O da olmalıdır. Çünki insan öz-özünə qapananda orada yəni ki, psixoloji sına bilərsən. Mən şəxsən yəni Nauşnikdə bütün günü Qurana qulaq asdım. Yarışa bir 2-3 saat qalmış. Və mən nəyə görə ora getməyimi, yəni ki, həmin o 2-3 saatda bilmirdim. Mən artıq 2 ay qabaq bilirdim ki, ümumiyyətlə mən kontrakt eləyəndə bir il bundan qabaq demişdim ki, mən ora gedirəmsə, ümumiyyətlə hara gedirəmsə, mən işin öhdəsindən gəlməyə çalışıram. Və beynimdə olmur ki, mən uduzacağam. Bu fikir bir idmançıda varsa, o idmanla məşğul olmasın. Getsin, popkornundan zaddan satsın. Yəni məndə belədir. Yox, əslində belə deyim də, yəni insan var ki, məsələn hər bir şey insana məsəlcə motivasiya verə bilər.
ola bilsin ki sənə bilirsən ki, bu qalibiyyətdən sonra mən belə deyim də, məsəl üçün deyirəm. Yəni elə məsəl üçün 5 variantdan birini deyirəm. Bilirsən ki, yaxşı qonorar alacaqsan və yaxud da özünə ev alacaqsan və yaxud da ailə qurmaq istəyirsən. Hə, o istəklə yox, qulaq asın. Yəni motivasiya, o sənə motivasiya verir də. Bilirsən ki, bu döyüşdən sonra sən qonorar alacaqsan. Ən azından birincisi, yəni sənin əziyyətin yerə dəyməyəcək də, əziyyətinə görə. Yəni o döyüşə çıxanda düz o Rafael düz deyir. Sən birinci sən o 2 ay qabaqcadan bilirsən məqsədin nədir. Məqsədli şəkildə sən hazırlaşırsan. Hardasa sənin çətinliyin olanda beynində siqnal verirsən ki, mənim məqsədim budur ki, yəni mən bu işi eləməliyəm. Məsəl üçün bir insan var maşın almaq istəyir, insan var ev almaq istəyir ki, udum gedim məsələn ev alım və yaxud insan var ki, insan var ki, deyir mən ailə qurmaq istəyirəm, udum bu pula məsəl üçün gedim toyuma eləməyə zəc eləyim, məsəl üçün ev alım. Yəni mən məsəl üçün elə şeyləri beynimdə tutmamışam ki, Rafael demişən uduza bilərəm. Mənə motivasiya verən bir şeydir ki, yəni mən bilirəm ki, mən öz gücümə həmişə əmin olmuşam. Mən öz gücümü bilmişəm, mən nəyə qadirəm. Və zalda da, məsələn dostlarım var. Mən o Rafaellə söhbət demişəm ki, zalda insanlar var ki, məndən hansı baxımdan nəsə güclü ola bilərlər, amma mən özümdən heç onları özümdən güclü saymamışam. Yəni bərabər saymışam. Hansı səviyyədə daha mən fikirləşmişəm ki, mən onlardan falan məsələn aspektdə güclüyəm onlardan. Və ya döyüşdə də çıxanda rəqibim ola bilsin məndən fizikidir, bəlkə məsələn döyüş baxımından sayı çoxdur, texniki baxımdan üstün, amma mən heç vaxt onu özümdən güclü saymamışam. Mən həmişə fikirləşmişəm ki, mən onu hər bir aspektdə uda bilərəm. Yəni o motivasiya verən şeylər var ki, sənin elədiyin düzgün məşq prosesi də sənə motivasiya verir. Daha dostun var, sənə deyir ki, sən filan şeydə məsələn udarın texnikada, fizikdə xarakter ondan güclüsən, o da mənə motivasiya verir. Yəni mahnıdan da motivasiya götürən insanlar olur da, yəni mahnıya qulaq asır, qızışır. Mahnıya qulaq asır, bilirsən ki, UFC-nin çempionusan. Ondan belə motivasiya. Sənə də yaxşı mahnılara qulaq as. Mahnıya qulaq as, bildin ki, UFC-dəsən. Mən brat, mahnıya qulaq asmaya ehtiyac yoxdur. Mən sənə baxıram, mənə bəs edir. Sən canını yeyir. Ümumiyyətlə yarışlara çıxanda face to face olur. Ondan sonra da yəni istər-istəməz bir çəkinmə hissi rəqibə qarşı ola bilər də. Məsələn, sizin görüşlərdə görmüşəm ki, karate kombatda sizdən daha iri, daha böyük rəqiblərlə qarşılaşırsınız da. İstər-istəməz bir çəkinmə hissi yaşanır da. Yəni bilmirəm, bəlkə də daxildən yaşayırsınızmı, yaşamırsınızmı bilmirəm. Əgər yaşayırsınızsa onları necə dəf edə bilirsiniz? Yəni necə silirsiniz beyninizdə o anı? Əslində üz-üzə gəlmələr məndə 2-3 dənə olub. Qardaşlar neçə ildir ki, bu idmandadır. Qoy birinci olar cavab versinlər. Mən qısa və konkret deyim ki, məndə ümumiyyətlə nəinki face-də, mən ümumiyyətlə həyatda heç kimdən çəkinmirəm, qorxmuram. Boyum balaca ola bilər, amma mənim ürəyim böyükdür. Deyir qulağına rama. Sən. Ha, motor. Mən də cavab verim. Hə, həyəcan hər bir idmançıda olur. O kim ki deyir həyəcanım yoxdur. O mən boş şeydir də. Mənim fikrimdə o boş şeydir deyir həyəcan. O ürəyim o həyəcan demir axı, o imin çəkinmək. Yox, həyəcan əgər həyəcana baxırıqsa, həyəcan ümumiyyətlə rusların dövründə ответственность deyirlər də, o məsuliyyət hissidir. O başqa şeydir. O məsuliyyət hissidir, o həyəcan, o məsələn biz ora mən çıxıramsa, mənim başımdan yumruq alıramsa, mən güləşirəm. Qorxursansa çıxma da ora, uzacasan. Qorxan heç ora çıxmaz. Həyəcan başqa şeydir. Həyəcan Rafael hamı keçirdi. Amma ki, yəni face to face mən bir ara o suala demək olar ki, cavabını vermişdim də. Ümumiyyətlə face to face-də insan düzü o iç dünyası da var da, o şeyə iç dünyası var ki, biraz qorxaqlıq olmasın da insanda. O insan canında zərrə qədər qorxaqlıq varsa, orada sırazu üzündə görsənəcək. Və mən rəqibimin gözünün içinə baxanda mən heç vaxt gözümü qırpmıram. Yəni demək olar ki, axıra qədər baxıram. Mən onun gözündən onun qorxunu mən hiss edirəm. Yəni demək olar ki, birinci raundu udmuş sayıram da, yəni onun gözünə baxanda. Mən də inanıram ki, məsəl üçün Rafael onun gözünün içinə baxanda onunla 1 qram yəni özü şey eləmirdi, yəni qorxmurdu. Daha mənə gəlir ki, o rəqib Rafaelin gözünün içinə baxandan sonra o harda olduğunu da unutmuşdu. Yəni mən belə fikirləşirəm həqiqətən. Allah. Sonra. Buyur xanım. İlk öncə salam. Yarışlarda həm yaxınlarınızın, həm Azərbaycan xalqının sizdən böyük gözləntilər olur. Bu gözləntilər özü ilə birlikdə məsuliyyət gətirir. Məsuliyyəti sizin yarışlarda fiziki olaraq görürük ki, necə hazırlaşırsınız, necə özünüzü ifadə edirsiniz. Bəs bunun psixoloji tərəfi necə göstərilir sizdə? Yəni psixoloji necə özünüzü hazırlayırsınız, onu demək istəyirəm. Fiziki görsən, görürlər. Yaxşı sualdır. Yaxşı sualdır, özü çətin sualdır. Çünki fiziki, psixoloji eyni olmalıdır da.
Yox, sən mən Çətindir. çətin sualdır, yəni belə açığın deyim də, hə. Smash eləyin hansı? Yox, psixoloji bilirsiniz necədir psixoloji? Yenə deyirəm, insanın o motivasiya verən şeylər var ki, məqsəd insan qarşısına qoyduğun o məqsəd var ha. O məqsəd olduqca insanda o psixoloji adam özünü nastroy edir də, yəni prinsipiallıqdır da, yəni prinsip. Yox, məqsəd, yəni sən öz qarşıva cel qoymusan da, məqsədin odur ki, məsəl üçün yenə dedim, yəni bir ağla dedim. Məsəl üçün evlənmək istəyirsən. Evli deyiləm də ona görə danışıram. Evlənmək istəyirsən. Məsəl üçün ya ev almaq istəyirsən. Yazsan ki, valideynlər və yəni məsəl üçün ev alır və ya evlisənsə istəyirsən ki, övladların üçün gələcək, parlaq gələcək qurasan da, yəni onun özü də motivasiyadır, yəni həqiqətən də. Səndə nədir qardaş? Səndən məqsəd aydın mənim məqsədim inşallah fikirləşirəm ki, məsəl üçün mən idmanı bilirəm ki, mən idmanda yəni maksimum 2 ilim qalıb da. Mən də istəyirəm ki, yəni bu insan mənə ailə qurmalıyam. Mən ən azından bilməliyəm ki, gələcək həyatımı qurum ki, mən istəmirəm mənim övladlarım mən gördüyüm günləri görsün. Mənim motivasiyam odur. Mən istəmirəm ki, mən gördüyüm əziyyəti nə uşaqlıqdan əziyyətdən keçmişəm, onları mənim övladlarım görsün. Demək olar ki, bütün 99% idmançılar, hansı ki əziyyətlə gələn idmançıların, demək olar ki, ən vacib, ən birinci olan psixoloji, onları nastroy verən amillərdən biri odur ki, mən ailə qurum, uşaq, mənim uşağım. Qardaşım, hərə bir cür fikirləşir. Çünki mənə deyədə üzr istəyirəm. Mənim 37 yaşım var. Qaqa, səndə neçədir? 34. Turuşda? Bugünkü gün biz o yaşdayıq ki, ailəni fikirləşib gələcəkdə. Amma 20 yaşında uşağa o sualı versən, o deyəcək ki, mən bu dəqiqə bir dənə yaxşı maşınım olsun. Mən də onu dinləyirəm. Mən problem deyil, yəni dalaşıram, pulsuz da dalaşıram. Çünki bizdə də olub, başa düşürsən. Biz elə yaşdayıq ki, həmən yaş keçidində biz elə şeylər fikirləşirik də. Məsəl üçün 300 manata bunu ala biləriksə ki, 150-sini alır, 150-ni fikirləşirik ki, uşağın pampersi yeməyə gözləyir. Məsəl üçün deyirəm ha. Amma xanımın sualdan gələndə o deyir psixologiyada, psixoloji tək mən hazır olmalı deyiləm. Məni ailəm başa düşməlidir və 2 ay yarım qalmış biz oturub danışanda çox üzr istəyirəm və danışanda artıq qarşı tərəf uşaq da, balaca uşaq da bilir ki, mən yarışa hazırlaşıram və elə şeylər var ki, həmən saatda otağa girmək olmaz, həmən saatda mən yatıram, uşağa deyirəm ayaqla gəzməginən və yaxud evdə tapşırıram ki, ayaqla gəzməsin, mən yatıram. Bu vaxtdan bu vaxta mən yatacam, duracam, getməliyəm, gələcəm. Sən tək özünlə psixoloji deyilsən, sənin dostların da başa düşməlidir. Elə dost var ki, zəng edir, bir aydır yoxsan, hardasan? O dost səni çox istəmir və səni başa düşmür. Amma dostlar var ki, iminli səni xatırladır, bir problemində, bir dırnağın qopanda yanındadır, amma səni zəng edib narahat eləmir ki, qoy Rafaelin dünya çempionatı var və yaxud kəmərə vuruşur, qoy yatsın. Hətta ad günü olur, deyir, qatılmaya bilərsən. Yəni, hər şey gərək qarşılıqlı olsun və səni başa düşsünlər, amma yarışa 2-3 gün qalmış psixoloji durumda artıq, yəni, ümumiyyətlə mən belə deyim də, mən bilim ki, 10 dəqiqədən sonra vuruşacağım, burada, məsəl üçün də, mən burada deyib gülürdüm, bir dəqiqə qalmış, həmən Rafael olmayacaq. Tam olaraq psixoloji mən o döyüşə hazırlayıram və hər zaman. Məndə belədir. Yəni, Tural səhv demədi, Tural bir tərəfindidir. Mən deyim ki, məsəl üçün mən deyim ki, gənclərə də aydın... Bu ailəyə qədər deyirsən, bu ailədən sonra... Yox, mən deyim ki, gənclər kimsə maşın istəyir, kimsə ev istəyir, yəni o gənclərə... Çox çətin sualdır, mən sizinlə razılaşıram. Nə deyirsiniz? Görsən, nə düşür razı? O qorxuyor. Fikirləşdiklərimi deyə bilməyəcəm. Kamera görəndə özünü itirir, ona görə biraz. Razılaşıram da, mən sizinlə düz danışıram. Yox, bilsin necə, mən belə deyim də, yəni mən o dediyimə məsəl üçün maşın, məsəl üçün evlənmək, onu deyirəm də, məsəl üçün ev. İnsan var da, insandan psixolojida, yəni biz individual, hər bir insanın beyni individual işləyir də, yəni insan var ki, 20 yaşında valideynlərin fikirləşir, insan var ki, 40 yaşında heç valideyn nədir ki, nə ailə fikirləşir, heç nə, ancaq öz boğazını fikirləşir. Yəni insandan insana fərq var da. Mən onu Rafael düz, mən də əvvəl vuruşub dedim, ay Allah, vuruşum yeminlə maşın alım, maşın istəyirdim. Maşın almaq istəyirdim, cavan idim də. Bir aya 3 dənə yarış vuruşurdum ki, pulu yığım, maşın alım. Gördünüz, yəni onu dedim. Sonra bir moment keçdi, istəyirdim, ay Allah, bir şey olum, bir dənə ev alım, evim olsun. O period deyilər, onu keçdim, məsəl üçün, mən beynimdə olan şeylər dedim də, mən istəyirəm ki, əldən hansısa qanarlar əldə edib, ailə qurmaq inşallah o da olacaq bu yaxınlarda. Amma məsəl fikirləşirəm ki, məsəl biznes qurmaq lazım. Çünki mən istəmirəm ki, məşq keçim.
Yəni sənin yolun başqa. Yəni Mən- sən mən adam var biznes istəyir seçmək məşqçi istəyirəm, olsun, hə. alınır da. Məsələn Kimsə istəyir mehman. məşqçi, hə. İnşallah mən mehmanı son döyüşlərdən demirəm, amma mehmanı çoxdan deyirəm ki, inşallah ki, indi bilmirəm, amma fikrin nədir? Mənim şəxsi fikrimdir. Mehman inşallah çox həqiqətən çox gözəl məşqçi Çox gözəl məşqçidir. Mən Həqiqi düşünürəm mənada. ki, o yaxşı həkim ola bilər. Yox, həm məşqçi, həm həkim də. Qardaşım siz hər şeyə gülürsüz. Burada nə gülməyə nə var bunda? Mən fikirləşirəm ki, Məsələn, həkim bu ola bilər. momentdə köhnə kadr var, bir yarım saat bundan Hə. qabaq onu qoyarsan gülən yerinə. Aha, belə şey. Sən göstərəcəm bilməyi. Hə. O işim, növbəti sual. Can həkimi özdə. Sual zad yoxdur ki. Sual var? Sual yoxdur. Sadiq, sualım var. Sadiq günləri get tura. Sadiq bir saat ondan gəlib durub şeydə, Xəzər gəlmir. Xəzər bunu gedib axı. Xəzər Xəzər getdi. Hara getdi? Yusufun yarışıdır. Doğrudan Nə bax Xəzər onu bədbəxt eləyəcək biləsən. Deyəcək ki, gir ayağına. Dəli eləyir. Ələ vurmalı gir ayağına. Bu Yusufun harda vuruşur? Yusuf bizə vuruşur, Qazaxstanda vuruşur. Lestor ilə bir dənə ən azından biraz. Sabah da döyüşlər. Yusuf Qasımov vuruşur. Qasımov da deyəsən Yusuf. Yusuf Qasımov hə. Qasımov vuruşur. Qazaxstanda vuruşur. Sabah yox, ayın 25-i vuruşur. Bu gün prosta yola düşdülər. Bu gün yola düşür, sabah İnşallah. Yusuf, çəkidir. sən uğurlar arzu edirik qardaş. İnşallah. İnşallah ki, qələbə bizim damağın. Yusuf yəqin ki, qələbə qazanacaq. Xəzərlə gedib. İnşallah, inşallah. Xəzər nə vaxt gəlirsən? Xəzər, Sadiq səni gözləyir. Xəzər nə vaxt gəlir? 3-4 günə gəlir. Yusufla gəlib də yandı. 3-4 günə gələr də, yəqin 3-4 günə gələr də. Qısaca sabahları da bizim Turanda vuruşur Ahmedov. Turanda Turanzanın vuruşur. uşaqları vuruşur. O Rafaela İmidə yarışda hazırlaşmağa kömək edirdi. İminə ən çox Rafaela sparring partnyorluq eləyən o idi. Çünki o zalda ən uzunu idi. Sabahları biz də ona Maşallah. Ona da uğurlar arzu edirik və inşallah. onun sayəsində bütün məşq yoldaşlarımız olur. Allah sizin də canınızı sağ eləsin qardaş. Yəni sizi həmişəki kimi, yəni həmişə zirvələrdə görək. Bayrağımızı qaldırarkən bayraq sənə çox yaraşır qardaş. O ki, tək sənə bütün idmançılarımız həqiqətən yaraşır. Və mən ikinci ölkə tanımıram ki, hansı ki bizim qədər o bayrağa bağlı. Mən bütün ölkələrdə indi bayrağa bağlılıq var özlərinə görə. İndi hələ özünün biz nə olur olsun bayraqlanıq həqiqətən. İnşallah ki yarışlarda qalib olaq. Qədrimizi bilsinlər əsas məsələ. Yenə deyirəm, biz birimizi bilirik. Birimizi dəstəkləyirik, həmişə də dəstəkləyəcəyik. Əsas odur ki, Allah Taala bizi dəstəkləyir, həmişə deyirsən, o hara kim neysən, Allah Taala istəməsə o mümkün olası bir şey deyil. Qalan məsələlər əzmkarlıq, məqsədlik. İnşallah ki, o sizdə də o kimsə sizdən gəlir, onu məsləhət alır ki, necə məqsəd qoyursan, neynirsən. Onu sizə yəni ehtiyac yoxdur kimdənsə. O nəsə sual verəsən, o sizdə var o məqsədlər. Məqsədlərinizi çatasınız. Çox sağ olun ki, verilişimizə gəldiniz. Allah sizdən razı olsun. Sizə çox sağ olun ki, bizi dəvət elədiniz. Bizim kimi idmançıları yəni işıqlandırırsınız. Yəni biz illərdə vuruşsaq da ən azından belə verilişlərin sayəsində bizləri də tanıyırlar. Heç olmasa borcumuzdur mənim qardaşım. Tanıyırlar. Sizə çox sağ olun. Vaxtınızı sərf edirsiniz bizlərə. Rüfətdən bir dənədir də qardaşım. Rüfətdən düzdür. Yəni xarakter baxımından demirəm. İş baxımından yox, niyə görə? Yəni xarakter baxımından 10 dənə rüfət olmağını istəməli. Bir dənəsən, bir dənə də. Allah razı olsun. Amma ki 10 dənə səni kimi işləyən və sənin sayəndə bütün sənin işçilərin yəni ki bir komandayıq da, düzdür, bir ailə sayılırsınızsa, yəni doğrudan çox sağ ol deyirəm ki, bizi bu qədər işıqlandırırsınız, çəkirsiniz. Yəni bunun özü böyük bir işdir. Ona görə sizə də uğurlar arzu edirəm. Öz işimizdə biz də söz veririk ki, gələn yarışlarda necə söz veririk? Hər şey Allahın əlindədir, amma əlimizdən gələn necə? Gələn ildə 2023-cü ildə artıq biz yeni ildən sonra başlayacağıq və bütün idmançılarımıza fərqi yoxdur da, yəni bizim komandamıza, bütün hamıya, bütün Azərbaycan idmançılara uğurlar arzu edirəm. İnşallah qardaş. Çox sağ ol, gözəl sözlərə görə Allah razı olsun. Mehman. Son sözü sənə verir. Qardaş saxla da kameranı. Son söz. Son sözün üçün bağlayır. Bağlansın, danışar. Buyur. Son söz çox sağ ol bildirirəm. Son sözün deyir. Gələn uşaqlara da sağ olun bildirirəm. Çox sağ olsunlar. Əziyyət çəkib gəlmisiniz. Vaxtımızı aldıq. Sən də ki çox sağ ol. Qaqa bu gün nə lampa kimi qaldı burada. Danışmaq üçün. Mən heç vaxt danışmamışam. Dönüb baxıram. Qardaş, sən ringdə danış qardaşım. Əsas odur ringdə danışmaq. So, bitirdik. Gəl alqışlayaq.